Axşamınız xeyir olsun. Aktual gündəmi izləyirsiniz. Həftənin yekunudur. Bir neçə məsələyə toxunacağıq. Bu axşam İran və Amerika Birləşmiş Ştatları arasında cəryan edən prosesləri, eyni zamanda Rusiya-Ukrayna ətrafında ən son inkişaf edən hadisələri həm sizin diqqətinizə çatdıracaq, həm də həmin hadisələr istiqamətində müəyyən şərhlərimiz əlbəttə ki olacaq. Amerika Birləşmiş Ştatları ilə İran arasında atəşkəs pozuldu. Buna səbəbi isə Omanın Hörmüzdə bir dəhliz yaratması, marşrut xətti yaratması idi ki, sözsüz ki, bu marşrut xəttindən də gəmilər keçid üçün istifadə edirdi və nəticə etibarıyla da İran Xarici İşlər Nazirliyindən dərhal məlumat verildi ki, yalnız təhlükəsiz keçid İranın maraqlarına uyğun şəkildə həyata keçirilməlidir. Yəni, İran Omanın təşkil etdiyi marşrut xəttini qəbul etmədi və nəticə etibarı ilə həmin marşrut xəttindən keçən gəmləri, tankerləri İran atəşə tutdu və bu gəmlərin, tankerlərin atəşə tutulması tərəflər arasında əldə olunan atəşkəsin pozulmasına gətirib çıxartdı. Buna baxmayaraq, İran tərəfi atəşkəsin pozulmasında Amerika Birləşmiş Ştatlarını ittiham edir. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance isə açıqlama verdi ki, zorakılığa qarşı zorakılıqla cavab veriləcək. Belə ki, əgər atəşkəs razılaşmasının şərtlərində hər hansı bir pozulmalar var idisə, İran sadəcə dəstəyi qaldırmalı və bizimlə əlaqə saxlamalı idi. Buna rəğmən onlar gəmləri atəşə tutdular. İranın atəşkəsi pozması, Omanda gəmləri atəşə tutması əslində kimin işinə yarayır? Bəzi ekspertlər və analitiklər bildirirlər ki, bu Amerika Birləşmiş Ştatlarının strateji bir gedişi idi. Amerika Birləşmiş Ştatları İranı təliyə çəkdi. Necə bir təliyə çəkdi? Bu axşam ekspertlərimiz bu istiqamətdə şərhlər verəcəklər. Başqa bir tərəfdən də Livan istiqamətində də vəziyyət gərgin olaraq qalır. Hizbullaha tabe olan şəxslər, qüvvələr, aksiyalar həyata keçirirlər. Beyrutda şəhər od-alov içərisindədir. İnsanlar etiraz edirlər. Etirazın səbəbi isə İsrail və Livan arasında əldə olunmuş razılaşma ilə bağlıdır. Hizbullah qüvvələrinin Livanda aksiyalar təşkil etməsi İranın əslində son çırpınışlarıdırmı? Həm də sual bundan ibarətdir. Və İranın artıq Livanda təsir dairəsi mi azalır? Həm də maraq doğuran suallardan biri budur. Bu məsələlərə də ekspertlərimizlə bərabər aydınlıq gətirəcək. Rusiya-Ukrayna ətrafında da proseslər gərgin olaraq qalmaqdadır və sözsüz ki, Ukrayna Rusiyanın dərinliklərinə çox ciddi zərbələr endirir və bəzi ekspertlər bildirirlər ki, əgər Rusiya Krımı itirərsə, o zaman Putin nüvə silahına əl ata bilər. Bu ehtimallar nə qədər yüksək ehtimallardır? İranda olduğu kimi Rusiyada da müharibə tərəfdarları olanlar da var. Məsələnin dondurulmasını istəyən qanad da var. Vladimir Putin hansı qanadı seçəcək? Həm də sual doğuran məqamlardan biri budur. Müharibə davam mı edəcək bundan sonra? Yoxsa müharibənin dondurulması istiqamətində hər hansı bir addımlar atılacaqmı? Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsi müharibənin gedişini, taleyini dəyişəcəkmi? Ciddi suallar doğuran əlbəttə ki, məqamlardan biridir. Başqa bir tərəfdən Belarus prezidenti Lukashenko Rusiyadadır və dünən Valdayda 4 saatlıq bir iclas keçirilib və bu iclas jurnalistlərə qapalı şəkildə keçirilib. Hətta iclas bitdikdən sonra da jurnalistlərə heç bir açıqlama verilməyib. Bugün çıxan xəbərlərdə də Belarus prezidenti ilə Rusiya prezidentinin birgə
görüş keçirəcəkləri yenidən bildirildi. Bu görüşdə nələr danışılıb, niyə bu 4 saatlıq görüş məxfi olaraq saxlanılır? Zelenski həftələrdir ki, həyəcan təbili çalır. Belarusu Ukrayna müharibəsinə Rusiya cəlb etmək istəyir. Belarus buna gedərmi? Bu da ciddi sual doğuran məqamlardan biridir. Nə danışıb tərəflər bu 4 saatlıq iclasda və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri həmin iclasda iştirak edib. Sergey Lavrov həmin iclasda iştirak edib. Analitiklər deyir ki, ümumiyyətlə Rusiya müharibə kabinetini sanki toplayıb həmin iclasda. Ukraynaya qarşı hansı gizli planlar qurulur? Bu axşam bu məsələləri müzakirə edəcəyik. Studiyamızın qonağı hərbi ekspert Ramil Məmmədli, eləcə də siyasi şərhçi Məhəmməd Əsədullazadə və bizimlə Zoom bağlantısında beynəlxalq münasibətlər üzrə ekspert İsmail Cingözdür. Hər birinizin axşamı xeyir olsun. Axşamınız xeyir olsun. Təşəkkür ederim. Və elə sizdən başlamaq istəyərəm Ramil müəllim. Putin bir seçim qarşısındadır. Biraz əvvəl də bildirdi. Müharibəni davam etdirmək istəyənlər var Rusiyada. Müharibəni dondurmaq istəyənlər var. Sizcə Vladimir Putin hansı qanadı seçəcək? Vəziyyət olduqca gərgindir. Yəni Kremlin dəhlizlərində ya kabinetlərində proseslərin müzakirəsi olduqca gərgin və sərt keçir. Sərt sözünü ona görə istifadə edirəm ki, hər iki düşərgə, yəni müharibənin bu şəkildə dayandırılaraq, dondurularaq, biraz əvvəl sizin dediyiniz kimi dondurularaq prosesi uzun müddətli, yəni qarşıdurmanı uzun müddət sonradan növbəti mərhələyə saxlamaq tərəfdarlarıdır. Digər tərəf isə əlbəttə ki, müharibəni davam etdirib hansısa bir nəticəyə, daha başqa nəticələrə nail olmaqdır. Əlbəttə ki, burada ən güclü tərəf müharibəni davam etdirmək istəyində olanların mövqeyidir. Niyə? Çünki onların arqumentlərinin əsas xətti bütün itkilərə və çətinliklərə baxmayaraq Rusiyanın Ukrayna ərazisində əldə etdiyi hərbi üstünlüklərdir. Bu hərbi üstünlüklər Ukraynanın işğal olunan əraziləridir, ələ keçirilən, ilhaq olunan ərazilərdir. Bu təxminən 100-120 min kvadrat kilometrə yaxın, yəni Krımla birlikdə ərazidir. Hazırki vəziyyətdə Rusiyanın münaqişəni donduraraq prosesləri uzun müddət sonraya saxlaması, əlbəttə ki, bu adətən daha stabil və monarx, belə deyək də, dövlətlərə aid olan bir prosesdir. Çünki Putindən sonra, post-Putin dövründə Rusiyanın xarici siyasəti və ümumiyyətlə daxildəki vəziyyətin necə olacağını hələ heç kim bilmir. Çünki Rusiyanın daxilində də siyasi, diplomatik qanad və hərbi qanad arasında da bir qarşıdurma, bir gərginlik yaşanır. Amma mən hesab edirəm ki, ötən elə bu studiyada, müsahibəmdə də, fikirlərimdə də demişdim, hesab edirəm ki, yayın sonuna yaxın hərbi əməliyyatların daha da intensivləşəcəyi gözlənilir. Daha doğrusu, hazırki vəziyyətdən daha aktiv fazaya keçəcək. Çünki bugün, baxmayaraq ki, Ukrayna Rusiyanın dərinliyində yerləşən, yəni cəbhə xəttindən 1000 kilometrlə, bir neçə 1000 kilometrliklərlə dərinlikdə yerləşən strateji obyektlərə zərbələr endirir. O cümlədən də Rusiya raket və digər vasitələrlə orta mənzilli raket və digər vasitələrlə Ukraynanın dərinliyində yerləşən strateji obyektlərə zərbələr endirir. Amma təmas xəttində, belə desək daha doğru olar, qoşunların təmas xəttində bizim deyək ki, 1 il, 2 il bundan əvvəl gördüyümüz fəallıq, hərbi əməliyyatlar yoxdur. Düşünürəm ki, bugün Rusiya həm belə deyək, coğrafi vəziyyəti, yəni o təbii prosesləri nəzərə alaraq, həm də daxili
daxildəki vəziyyəti nəzərə alaraq prosesin bir qədər uzadılmasını, yayın sonunda artıq təmas xəttində, qoşunların təmas xəttində yerüstü əməliyyatların aktivləşdirilməsini həyata keçirəcək. Və bu Rusiyanın xeyrinə hansısa imkanlar yarada bilərmi, Məhəmməd müəllim? Baş verən bu proseslər Rusiya-Ukrayna müharibəsi demək olar ki, döyüş əməliyyatları, Ramin bəy də dedi, sahədə bəli, Rusiya tərəfdən durğunluqdur və ona görə də Vladimir Putin həddindən artıq çox narahatdır. Ukrayna qüvvələri kifayət qədər Rusiya qüvvələrlə böyük itkiləri vurur. Demək olar ki, Krım vizual olaraq mühasirədədir, fiziki olaraq da olmasa, havada müdafiə sistemləri vasitəsilə demək olar ki, mühasirədədir və bu Rusiyada dərin, Kremldə dərin psixoloji narahatlıq yaradıb. Və qeyd edim ki, Lukashenko ilə Vladimir Putinin məhz 4 saatlik Valdayda görüşü qeyd etdiniz, müharibə kabineti bir növ və düşünürəm ki, burada Vladimir... Biz ora gələcəyik, Məhəmməd müəllim. Əgər Putinin Krımı itirmək kimi bir təhlükəsi olarsa, Rusiya nöqteyi nəzərindən deyirəm, nüvə silahına əl ata bilərmi? Çünki bu məsələlər də kifayət qədər artıq gündəmə gəlir. Bəli, Rusiya, Krım Rusiya üçün demək olar ki, hərbi siyasi qaladır. NATO-nun Qaradəniz periferiyasında bir növ Rusiya üçün qalxandır. Rusiya Krımı itirməsi bir növ Qaradəniz periferiyasından demək olar ki, çəkilməsidir. Həmçinin Şərqi Avropaya, Cənub-Şərqi Avropaya və NATO-nun Cənub-Şərq cinahının təhlükəsizliyinin təmin olunması deməkdir. Yəni, əl ata bilər nüvə silahına. Mən düşünürəm ki, nüvə silahına, kiçik kilolukluğa əl ata bilər. Amma bunun cavabı necə olacaq? Bu da Putin üçün, Kreml üçün sual doğurur, polemikadır və əgər Rusiya belə bir silaha əl atarsa, mən hesab edirəm ki, Ukraynada nüvə silahı Rusiyaya istifadə edə bilər. Ukraynanın indi nüvə silahı yoxdur, amma sabah ola bilər. Fransanın var ki, Böyük Britaniyanın var ki, onu 24 saata Ukraynaya təbii ki, verə bilər. Ona görə də dəfələrlə məhz Qərb ölkələri Rusiyaya elan ediblər ki, əgər xüsusilə Böyük Britaniya, əgər Ukraynaya qarşı hər hansı bir nüvə silahına əl atarsa, bu qarşılıqlı cavab olacaq. Ona görə də mən düşünürəm ki, Kreml məhz Krım siyasətində Oreşnik raketlərindən, balistik raketlərindən istifadə edə bilər. Hətta müəyyən dərəcədə kimyəvi silaha da əl ata bilər. Amma Krımın yaxın bir zamanda da itirilməsini mən mümkün hesab etmirəm. Çünki Rusiya çalışacaq ki, Krımı güclü şəkildə müdafiə eləsin. Amma hazırki vəziyyət Kreml üçün mənfi tendensiyada davam edir. Həm siyasi, həm hərbi müstəvidə, həm lojistik müstəvidə demək olar ki, Krımdakı qüvvələrin lojistikası tam yerinə yetirilə bilmir. Həmçinin Xarkovdan tutmuş, Xersona qədər Rusiya böyük ordunun cəbhə xəttində lojistikasında ciddi problemlər yaranır və artıq Ukrayna tərəfi Rusiya üçün böyük problemlər yaradır. Yəni, hazırda strateji üstünlük Ukraynadadır. Mən deyərdim ki, tək strateji yox, taktiki üstünlük də Ukraynadadır. Düzdür, irəliləyiş əldə edə bilməsə də, amma Rusiyanın irəliləyişində qarşısını alıb və həmən cəbhə xəttində Rusiya qüvvələrinin təminatının da qarşısını alıb. Bir növ mühasirə şəklində saxlayıb Ukrayna Rusiya qüvvələrinin 2000 kilometrə yaxın cəbhə xəttində. Ona görə də Putin çalışır ki, Belarus istiqamətində də yeni bir cəbhə açsın, amma Lukashenko ona getməyəcək. Hətta Belarus Ukrayna liderinin Belarusa həmin Ukrayna sərhədində radioelektron stansiyaların çökməsinə bağlı ultimatumda Lukashenko qəbul etdi. İsmail müəllimdən soruşaq. İsmail müəllim, siz necə hesab edirsiniz? Rusiya-Ukrayna cəbhəsində hazırda taktiki və strateji üstünlük kimdədir və ümumiyyətlə Kreml
Hansı qanad Kremldə daha çox belə deyək təsirə malikdir? Müharibə qanadı mı, yoxsa müharibənin dondurulmasına tərəfdar olan qanad mı? Rusya'da şu anda ağırlıklı olarak benim düşünceme göre mevcut haliyle bu çatışmanın dondurulmasını isteyenlerin daha ağırlıklı olduğu söylenebilir. Çünkü Rusya Yəni Rusiya cephede maraqlıdır ki, müharibə dayansın, dondurulsun. mevcut haliyle dondurulması Rusya'nın lehine. Çünkü Ramin mənim tam işgal əksini altında söylədi. işgal altında bulundurduğu Kırım başta olmak üzere Ukrayna topraklarının uzun vadede Rusya'nın elinde kalması için bir vesile, bir yol açma ihtimali olduğundan hareketle. Çünkü genelde uluslararası anlaşmalarda ateşkes hangi haliyle olursa sınır genelde o halde belirlenir. Yani çok elzem bir durum olmazsa. Bu nedenledir ki mevcut haliyle Rusya dondurulmasının taraftarıdır. Çünkü bir taraftan da cephede kaybettiği askerlerinin yerine yeni kuvvetlerin tedariki konusunda sıkıntılar yaşadığı da bilinmekte. Yani cepheye gönderecek asker tedarikinde sıkıntılar yaşadığı da bilinmekte. Uzun zamandır ambargolara maruz kalmakta, ekonomik olarak da sıkıntılara maruz kalan Rusya mevcut haliyle karlı duruma geçecektir ki İsmail bəy, mən müdaxilə etmək istəyirəm, amma elə deyil axı. Ukrayna prezidenti Volodimir Zelenski hər gün Putinə deyir ki, təklif verir ki, gəlin dayandıraq atəşkəs hazırki vəziyyətdə, indiki ordular dursun, atəşkəs dayansın. Həmçinin Almaniyanın kansleri də Polşada Ukraynanın bərpası konferansında dedi ki, gəlin indiki vəziyyətlə atəşkəsə gedək. Qərb də bunu deyir, amma Rusiya buna getmir axı. Siz deyirsiniz, belə deyil. Rusiya müharibəni aparmaqda maraqlıdır. Rusiya deyir ki, onda atəşkəs dayandıraq. Deyir, tamamilə Donbasın tam inzibati sərhədlərinə çıxın mən. Ukrayna qüvvələri Donbasın tamamilə çıxsın. Rusiya belə təkliflə deyir ki, indiki vəziyyətdə atəşkəs dayandıraq. Amma Ukrayna prezidenti, həmçinin Avropa deyir ki, heç bir şərt olmadan indi atəşkəsə gedir. Amma Rusiya ona getmir. Amma siz deyirsiniz, belə normal alınmır. Rusiya atəşkəsdə və müharibənin dondurulmasında maraqlıdırsa İsmail müəllim, niyə o zaman Avropanın təkliflərinə isti baxmır? Şimdi şöyle, Avrupa'nın tekliflerine içli bakmamasının sebebi Rusya kendi şartlarını kabul ettirmek için masada elini kuvvetlendirmek istiyor. Çünkü Rusya'ya karşı ambargo uygulanıyor. Rusya'nın Avrupa'daki ekonomik varlıklarına el konulmuş durumda. Amma müharibəni dondursa İsmail müəllim, əlini necə qüvvətləndirəcək Rusiya masada? Ama şöyle bir şey var. Avrupa Mehmet Bey'in söylediği şekliyle Zelenski ve Avrupa donduralım ya da ateşkesi yapalım diyor ama Rusya'nın elini güçlendirmek için ya da Rusya'nın ekonomik varlıklarını serbest bırakmak, Rusya'nın ambargolarını kaldırma konusunda herhangi bir açıklama görmüyoruz. Niyə eləməlidir ki? Niyə Rusiya sanksiyaları aradan qaldırmalıdır Avropa? Rusiya Ukrayna ərazilərdən çıxır ki, sanksiyaları aradan qaldırsın. Siyasi təzyiqləri aradan qaldırsın. Avropa ölkələri Ukrayna düz edir Rusiyaya qarşı indiki sanksiyaları tətbiq etməyə. İcazə verək. Buyurun. Şimdi Avrupa ülkeleri Ukrayna'ya eskisi kadar ya da savaşın ilk başladığı kadarıyla ekonomik ve siyasi yardımları artık yapmıyorlar. Amerika Biden dönemindeki gibi bir yardım göndermiyor. Şu andaki mevcut başkan Trump ikinci defa seçilip başkan olduktan sonraki yaptığı ilk açıklama neydi? Bundan sonra Ukrayna'ya verilecek olan yardımların bir karşılığı olmalı ve mevcut önceden verilen yardımların da bedeller ödenmelidir. Bedeli karşılığında yardım yapılabilir diyerekten bir açıklama var. Zelenski bir an önce ateşkesi olsun demesinin sebebi Rusya'yı durdurmak. Rusya ilerleyemiyor ama sonuçta Ukrayna'da sıkışmış vaziyette. Avrupa ülkeleri de sıkışmış vaziyette. Gerekli yardım yapamıyorlar. Gerekli desteği gönderemiyorlar. Mevcut haliyle bu ateşkes durdurulsun deniyor Avrupa ve Zelenski tarafından. Fakat Rusya'nın ekonomik varlıklarını serbest bırakma ve ambargoları kaldırma konusunda bir açıklama göremiyoruz. Sadece durdurulsun deniyor ama sonrasının ne olacağı söyleniyor. Rusya bu konuda aç. Bir de Ukrayna'nın NATO'ya ve Avrupa Birliği'ne üye olmayacağına dair bir açıklama gelmiyor.
Avrupa'dan ve Zelenski'den. Bu nedenle Avrupa'nın talepleri karşılık bulmuyor. Yani siz Rusya'ya mevcut haliyle ateşkesi yapalım diyorsanız bu sefer Rusya'nın taleplerini de konuşacağınızı ve müzakere edeceğinizi beyan etmeniz gerekiyor. Yani tek taraflı ateşkesi durduralım demekle yetmiyor olay Mehmet Bey. Demək, buyurun. Bilirsiniz, Ziyan da tək tərəfli şəkildə deyirsiniz ki, Avropa ölkələri Ukraynaya hərbi yardımları əvvəlki kimi eləmir. Bu günləri Avropa Birliyi 90 milyard dollar vəsait ayırır Ukraynaya. Siz de bu günləri Ukrayna Rusiyanı demək olar ki, Donbasda dayandırıb, Rusiya deyir ki, irəliləyə bilmir. Tək Ukrayna bunu etməyib, Avropa ölkələri hesabını edib. Amerikanın hesabına yox. Məsələn, Avropa ölkələrinin hərbi, siyasi, lojistik dəstəyidir ki, Ukrayna artıq Rusiya küncə sıxışdırıb, Rusiya bilmir ki, bu istiqamətdə hansı tərəfdən uduşlu şəkildə çıxsın. Yəni, proseslər bu müstəvidə Hətta gedir. İsmail müəllim, yalançı bayraq əməliyyatları da gündəmə gəlməkdədir. Polşanın Xarici İşlər Naziri də bir açıqlama verdi ki, Rusiyanın NATOya hücum etmək kimi bir gücü yoxdur, amma yalançı bayraq əməliyyatlarından istifadə edərək hər hansı bir təxribatlara yol verməklə NATO-nu da prosesə cəlb etmək istəyir, NATO ölkələrini. Söhbət həm də Baltik-yanı ölkələrə hücumlardan gedir. Yəni, Rusiya prosesi dondurmaq niyyətindədirsə, niyə Baltik-yanı ölkələri hədəf seçmək niyyətindədir? Həm də sual budur. Tamam, anladım konuyu. Fakat Rusya şu anda Ukrayna ile baş edememişken bir de yeni bir cepheyle NATO'ya niye saldırsın? Zaten gücü yetmiyor. Evet, askeri gücü Ukrayna ile kıyasladığımız zaman farklı bir tablo ortaya çıkmakta. Fakat Ukrayna konusunu halledememiş, Ukrayna konusunda bataklığa saplanmış, ambargolara maruz kalmış olan Rusya niye yeniden bir NATO ülkesine saldırıp da Ramin müəllim deyir ki, məqsəd müharibəni uzatmaqdır, elə mi? Evet, ben de oraya gelecektim. Maksat muharebeyi uzatmak, maksat Rusya'nın ekonomisini yine yükselmesini engellemek. Amma Rusiyanın məqsədi müharibəni uzatmaqdır. Ekspertlərimiz deyir, Avropa bitirmək istəyir, Ukrayna bitirmək istəyir. Hocam, Rusiya uzatmaq şöyle bir şey var. Amerika'yla, yani Trump'la Putin bu konuda benim görüşme göre anlaşmış durumdalar. Bu Rusya tamamen bitirilmeyecek Amerika'ya göre ve stabil halde durdurulabilsin deniyor. Avrupa ülkeleri savaşı esasında bana göre biraz uzatmak ve Rusya'nın başka bir Avrupa ülkesine saldırısını engelleme açısından oyalanmasını istiyor. Niye yani? Rusya Ukrayna ile uğraşırken Avrupa'ya saldıramayacağını biliyor Avrupa. Bu nedenle Avrupa ülkeleri ateşkes istiyormuş gibi yapıyor. Bakın ben biraz önce girişte söyledim. Ateşkes istiyorsa Avrupa ülkeleri Rusya'nın, ben burada Rusya'yı savunmuyorum ama Rusya'nın taleplerini de müzakere edeceklerini alverlerle olur müzakere. Yani nədir Rusiyanın tələbləri İsmail müəllim? Bunu da danışacağıq, amma reklam fasiləsindən sonra. Bugün sabah deyərək çox zaman itirirsən. Doğru qərarlar isə gözləmir. Park Yasamalda tikintisi davam edən mənzillər elə bugün daha sərfəli şərtlərdədir. Göl mənzərəsi, geniş yaşıllıq və inkişaf edən ərazi bu seçimi həm yaşayış, həm də investisiya üçün daha uyğun edir. 2 otaqlıdan 4 otaqlıya qədər fərqli sahələrdə tikintisi davam edən mənzillər Park Yasamalda səni gözləyir. Bu dəfə mənzil planını təxirə salma. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Realme C71 smartfonu kontakta endirimlə 389 manat 99 qəpiyə düşdü. Endirimli qiyməti 12 aya komissiyasız, faizsiz və ilkin ödənişsiz böl, ayda 32 manat 50 qəpik ödəyərək əldə et. İyunun 25-dən 28-nə dək istədiyin məhsulu 70%-ə dək endirimlə al. Ətraflı kontakt.az. Abşeron Mall'da Shopping Fest loteriyası başladı. Alışveriş et. Dipal S09 kazanmak şansı elde et. 3 adet Sharm el Sheikh tur paketi, iPhone, iPad, scooter ve diğer hediyeler seni gözləyir. 30 sentyabra dek her 50 manat alışverişe bir bilet kazan. Daha çok bilet, daha çok şans. Abşeron Mall'a gel. Shopping Fest'te galip ol.
Bu dəfə gələn qonaq deyil, mənzil sahibi olmağın üçün bir fürsətdir. City Garden Nərimanovda 58 kvadrat metrdən 170 kvadrat metrə qədər 2 otaq studiya, 3 və 4 otaqlı seçimlərlə tam təmirli hazır mənzillər satışdadır. 17 hektardan çox yaşıllıq, istirahət və idman zonaları ilə burada həyat şəhərin içində, amma onun səs-küyündən uzaqdadır. 30% ilkin ödəniş və 20 illik ipoteka imkanı ilə özün üçün ən yaxşısını seç. Ətraflı Ulduz 1544. Xəstələrimin əksəriyyəti mükəmməl təbəssümə və ağ dişlərə sahib olmaq istəyir. Lakin onlar dişlərinin həssaslaşacağından narahatdılar. Sensodyne Clinical White dişlərin 2 ton daha ağ olmasını və gün ərzində həssaslıqdan qorunmasını təmin edir. Mən 100% tövsiyə edirəm. Sensodyne Clinical White diş macunu. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə. Cəsarətli bir dönüş. Daha parlaq bir rəng. Özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Brilliant parlaqlığı ilə öz Prime Eranı yaşa. Yeni görünüyor Fructis seriyası. Bitki keratini və suya davamlı texnologiyası ilə saçlara 100 saata qədər güzgü parlaqlığı verir və 5 qat daha çox amarlıq. Bu parıltıdan daha çoxdur. Bu sənin yaşa. Yeni görünüyor Fructis seriyası. Bitki keratini və suya davamlı texnologiyası ilə saçlara 100 saata qədər güzgü parlaqlığı verir və 5 qat daha çox amarlıq. Bu parıltıdan daha çoxdur. Bu sənin brilliant parıltılı Prime Eran'dır. Garnier Fructis. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Magnum xüsusi zövqlə hazırlanmış şokoladı və məxməri dondurması. Dad həzzini yaşatmaq üçün yaradılıb. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Bəli, biz davam edirik. İsmail müəllim, nədir Rusiyanın tələbləri və bu tələbləri Avropa niyə qarşılamaq istəmir? Şimdi öncelikle az önce bir cümleye sarf etmiştim. NATO ve Avrupa Birliği'ne Ukrayna'nın dahil edilmemesi. Çünkü buraya NATO birliklerinin girmesi endişesiyle Rusya NATO'ya girmesini istemiyor Ukrayna'nın. Ve Avrupa Birliği'ni de istemiyor üyelik bakımından. Bununla birlikte Kırım'ın ilhakının kabul edilmesini istiyor. Luhansk ve Donetsk bölgelerinde şu anda tek taraflı bağımsızlığını ilan etmiş ve sadece Rusya tarafından tanınan sözde 2 tane cumhuriyet var. Bunların durumlarının konuşulmasını ve Dnyepr'ın doğu bölgesindeki Rus nüfusunun statülerinin belirlenmesini, hatta mümkünse işgal ettiği toprakların Rusya'nın kontrolünde kalmasını talep ediyor. Ve Ukrayna'ya Batı silahlarının gelmemesi gibi talepler var. Bir sual İsmail müəllim. Bu tələblər sizcə qəbul edilə biləcək tələblərdirmi? Bu işte kabul edilip edilmeyeceğini müzakerelerle belirlenecek. Burada Ukrayna'nın direnç kuvveti, Ukrayna'yı destekleyen Amerika ve Batı'nın Ukrayna'yı ne kadar destekleyeceklerine bağlı. Şu anda Ukrayna bunu kabul etmiyorum diyor zaten. Fakat Trump yapmış olduğu bazı açıklamalarda üstü kapalı olarak bunları sanki Putin'le anlaşıp kabul etmiş imajı, görüntüsü vermekte. Yani Ukrayna tek taraflı karar veremeyecek bunu. Veremiyor da zaten. Ve Zelenski toprak kaybeden lider olarak tarihe geçmemek için direniyor. Dediğim gibi Amerika Birleşik Devletleri'nin ve Avrupa'nın Ukrayna'yı ne kadar destekleyebilecekleri masada
Rusya'ya karşı ne kadar dik durabileceklerine bağlı. Rusya ile sadece Ukrayna arasında değil, Batı ile müzakere şekliyle olacak bir konu. Yani bunu kabul eder ya da etmez konusunun şu anda belirsizliğini korumakta. Fakat az önce girişte hocalarım belirttiler, Kırım burada asla sanki hiç tartışmaya dahil edilmeyecekmiş gibi bir hava var. Yani Kırım'ı asla bırakmayacak, diğerleri müzakere edilebilir havasında Rusya. Dediğim gibi tarafların dirençlerine ve birbirlerine olan desteklerine bağlı bir durum söz konusu. Ramil müəllim, Ukrayna Qara dənizlə Dneprbug limanını ayıran Kimburun yarımadasına nəzarəti ələ keçirib. Bu yarımadaya da nəzarətin ələ keçirilməsi qeyd olunur ki, bəzi ekspertlər tərəfindən Krımın azad edilməsi üçün taktiki bir üstünlük qazandırır Ukraynaya. Doğrudurmu? Nədir bu Kimburun yarımadası və strateji əhəmiyyəti nədən ibarətdir? Ümumiyyətlə Krım əməliyyatı iri miqyaslı hərbi əməliyyatın tərkib hissəsi kimi işğaldan azad oluna bilər. Yəni, Ukrayna Silahlı Qüvvələri ağırlığı yalnız Krım istiqamətinə yönəldərək həmin ərazilərə daxil olub öz qanunlarını tətbiq etməsi olduqca çətin bir prosesdir. Çünki Krım ərazisində Rusiyanın bütün növ hərbi strukturları mövcuddur və Krımın müdafiəsi üçün Rostov ərazisində müxtəlif təyinatlı raket, radioelektron mübarizə və digər qoşun birləşmələri dislokasiya olunub. Bu baxımdan həm Rostov ərazisində, həm Novorossiysk ərazisində bu baxımdan Krımın, ümumiyyətlə Krım əməliyyatı, Krımın işğaldan azad olunması əməliyyatı yalnız Krıma istiqamətlənmə formasında həyata keçə bilməz. Məsələn, mən müqayisə üçün deyim, o da deyil ki, deyək ki, Krım ərazisinə dayanmadan Ukrayna dron zərbələri endirsin, dayanmadan kənardan aviasiya zərbələri endirilsin ki, Krım boşaldılsın. Krımın mülki əhalisi oranı tərk etsə belə, hərbi strukturların oranı tərk etməsi inandırıcı deyil. Yəni, onlar əmrə tabi olan strukturlardır, şəxslərdir və onlar Krımın müdafiəsini təmin edəcəklər. Məsələ tamamilə başqadır. İkinci Dünya müharibəsində SSR Krımı itirmişdi. Krımın azad olunması əməliyyatına biz baxsaq, görərik ki, həmin dövrdə SSR Krımın azad olunması əməliyyatını başlayan zaman həm də əməliyyatlar Baltik dənizi ərazisində, Kiyev istiqamətində, Minsk istiqamətində davam edirdi. Yəni, belə deyək də, belə daha dəqiqdir. Düşmənin gücünün bir məntəqədə, bir mövqeyə köklənməsi, istiqamətlənməsi ilə sən hansısa bir ərazini işğaldan azad edə bilmərsən. Biz öz müharibəmizdə də bu taktikadan geniş formada istifadə etmişik. Yəni, cəbhənin şimal ərazisində Murov, Ağdərə, Goranboy, Tərtər, Ağdam istiqamətlərində hərəkətlənmələri, hücumları saxlayaraq, müxtəlif təyinatlı, müxtəlif formalarda saxlayaraq, Cənub cəbhəsindən Füzuli, Cəbrayıl, Hadrut və Şuşa istiqamətində uğurlu hücum əməliyyatlarını həyata keçirə bilmişdik. Həmçinin də Qubadlı, Laçın və s. Yəni, bu hərbi taktiki baxımdan, hərbi strateji baxımdan olduqca çətin bir prosesdir. Amma Ukrayna təbii ki, bunun üçün müəyyən planlar hazırlayır. Və Rusiya kənar qüvvələrin iştirakı ilə, yəni şəxsi heyətin sayının artırılması, müxtəlif Xarkov istiqamətindən, Luqansk və Donetsk istiqamətindən hücum əməliyyatlarına başlayaraq Krım istiqamətində Rusiya mövqelərinin, daha doğrusu Rusiya qoşunlarının zəiflədilməsi, sayının azaldılması. Mən ona görə hər zaman, hər dəfə söhbətlərdə deyirəm, Rusiyanın bu proseslərdəki vəziyyəti artıq elə bir mərhələyə gəlib çatıb ki, bunun iri miqyaslı hərbi əməliyyatlar, yəni Moskvanın iri miqyaslı hərbi əməliyyatlara başlamamaqdan başqa çıxış yolu qalmayıb.
Yəni Bir məsələ də var Ramil müəllim. Baxın, son çıxan məlumatlarda qeyd olunur ki, Putin Rusiya Silahlı Qüvvələrində xidmət etmiş əcnəbi vətəndaşların deportasiyasını qadağan edən qanunu imzalayıb. Nə deməkdir bu? Hətta ailə üzvlərinə sürətli vətəndaşlıq verilməsi ilə bağlı da təlimatlar deməli, canlı qüvvə çatışmazlığı var, ciddi formada. Belə vəziyyətdə necə, mən İsmail müəllimlə də burada bir qədər həmfikir daha ola doğrusu, bilirəm. daha dəqiq deyək. Mən istəmirdim bu məsələlərdə bu milli amillərə toxunum. Yəni bu hərbi məsələyə bağlılığı yoxdur. Daha doğrusu, Rus-Slavyan mənşəli insanları, toplumu, cəmiyyəti, milləti qorumaq məqsədi ilə digər bölgələrdən və digər ölkələrdən muzluların cəlb olunması prosesi həyata keçirilir. Həm məsəl üçün Şimali Koreyadan, Cənubi Amerikadan, Afrikadan, Hindistandan. Hindistanın qeyri-rəsmi məlumatlara görə artıq son bir neçə ildə Hindistandan 200 mindən artıq Hindli, yəni Hindus Rusiya ərazisinə gəlib, Rusiyada müxtəlif işlərə cəlb olunublar. Əlbəttə ki, onlar gəlib Rusiyada hansısa bir ciddi ticarət sahəsi ilə, istehsalatla məşğul olası deyirlər ki, müxtəlif mərhələlərdə onların da bu proseslərə cəlb olunması həyata keçiriləcək. Bu baxımdan hesab edirəm ki, Rusiyanın hazırki vəziyyətdə atacağı yeganə addım isti yay günlərindən sonra, yəni o ərazilərdə relyefi nəzərə almaq lazımdır bu hərbi əməliyyatlarda. Həmin relyeflər, yəni Ukrayna ərazisində sulu və bataqlıq ərazilər çoxdur. Həmin ərazilərdən də texnikanın və canlı qüvvənin keçidində təbii proseslər yaranır. Bu təbii prosesləri adlamaq üçün quruma dövrünü gözləmək lazımdır. Yəni iyul ayını gözləmək lazımdır. Biz əgər səhv etmiriksə, məsələn, biz həm İkinci Dünya müharibəsinin əvvəlinə, həm İkinci Dünya müharibəsinin sonuna, yəni SSR-nin uğurları dövründə, qələbəsi dövründə baxsaq görərik ki, həmin əməliyyatlar yay dövrünə təsadüf edib, qışın sonraki dövrünə təsadüf edib. Yəni, ya buzların ərimədiyi dövrlər daha çox, ya da ki, yayın sonraki mərhələlərinə. Bir sözlə, həm biz deyə bilmərik ki, bu günləri Rusiyanın silah texnikası çatışmır, yoxdur. Bu fikirləri səsləndirmək əlbəttə ki, doğru olmazdır. Çünki Rusiya dünyada çox az saylı ölkələrdən biridir ki, istifadə etdiyi silah və texnikaların ilkin mərhələsindən sonuna qədər özü istehsal edir. Amma burada vəziyyət başqadır. Yəni, qarşı tərəf, deyək ki, Ukrayna artıq 2022-2023-cü, hətta 2024-cü ildəki Ukrayna deyil, daha doğrusu Ukrayna ordusu deyil. Bəli, onlar da kütləvi şəkildə itkilər verirlər, canlı qüvvə və s. Amma hərbi sənayesi inkişaf edir. Amma Ukraynanın artıq daxili hərbi sənayesində bir inkişaf var və biraz əvvəl o məsələ müzakirə olunurdu, burada qeyd olunurdu müəyyən məsələlər. Ukraynanın artıq müdafiə sənayesi sektoru Qərbin tərkib hissəsinə çevrilib. Yəni, bu günləri həm ordunun təchizatı ilə bağlı da, silah texnika təchizatı ilə, silah sursat təchizatı ilə bağlı da Qərb ölkələri səfərbər olunublar. Avropanın ən iri sənaye müəssisələri, həm mərmi, həm digər təyinatlı məhsullar istehsal edən zavod və fabriklərin istehsalının böyük hissəsi, 80% Ukrayna üçün istehsal olunur. Yəni, Ukraynanın silah və sursatla bağlı həm Amerikanın, həm Qərbin, Avropa ölkələrinin, yəni çox sistemli qaydada təchizat zənciri formalaşıb Ukraynanın təchizatı ilə bağlı. Həm də Ukraynanın daxilində də müəyyən istehsal sahələri yaranıb. Amma biz görürük ki, bu Ukraynanın iri miqyaslı hərbi əməliyyatlara başlayaraq işğal olunmuş ərazilərin geri qaytarılması prosesinə start vermək kimi anlaşıla bilməz. Mən hesab edirəm ki, bu məsələnin həyata keçirilməsi üçün Ukraynanın başqa addımlar atmasına ehtiyac var. Və o baxımdan da, məhz bu baxımdan da Ukraynada, Qərbdə hansısa bir formada hərbi əməliyyatların dayandırılmasına da maraqlı olduqlarını və yaxud da razı olduqlarını açıqlayıblar. Amma Rusiyanın bu məsələdəki mövqeyi, yəni Putin və onun komandasının
mövqeyi sərtdir. Niyə? Çünki onlar müharibəni davam etdirmək istəyirlər. Nəyə görə davam etdirmək istəyirlər? Çünki artıq qanunlar imkan vermir. Yəni, əgər sabah belə bir qərar qəbul olunarsa ki, atəşkəs imzalanır, Rusiya qanunlarına görə Rusiya ərazisinin bir hissəsi Ukrayna tərəfindən və onların dili ilə desək, Kiyev tərəfindən işğal altında saxlanılır. Çünki 2022-ci ildə Luqansk vilayətini Luqansk Xalq Respublikası kimi, Donetsk vilayətini Donetsk Xalq Respublikası kimi və Krımı isə Krım Respublikası kimi federasiya ərazisinə, inzibati ərazisinə daxil ediblər. Donetsk vilayətini isə tam bunlar öz nəzarətinə keçirdə bilməyiblər. Bu baxımdan burada çox ciddi qanunla və siyasi məsələlərlə bağlı qarşıdurma var. Əgər bu baş verərsə, bu Putinin siyasi hakimiyyətinin sonuna gətirib çıxaran sürətli bir proses ola bilər və hətta Rusiya tarixində belə şeylər çox olub. Hətta Rusiya daxilində, Kreml daxilində sakit bir çevriliş planı da həyata keçirilə bilər. Mən Ramil bəylə tamamilə fikrinə qatılıram. Baxın, Ermənistan da Azərbaycana qarşı 1988-ci ildə avanturiyaya başladı. Məhz Qarabağı da Ermənistanın konstitusiyasını saldılar. Nəticə nə oldu? Ermənistan hökuməti rəsmi şəkildə ondan imtina elədi. Təbii ki, Azərbaycan müharibədə qalib gəldi. İndi konstitusiyada ilişib qalıblar. Təbii ki, dəyişəcəklər. Amma rəsmi şəkildə Nikol Paşinyan hökuməti məhz Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Bu avantur idi. Avanturada bağlandı. İndi Rusiyada həmin tələyə ilişib. Rusiya 2022-ci ildə Ukraynaya qarşı həyata keçirdiyi işğal avanturadır. Və növbəti mərhələdə onu konstitusiya salmaq növbəti avantura idi və düşünürəm ki, indi bəli, o qanun məsələsinə qalıblar. Mən düşünürəm ki, Ukrayna öz ərazilərini işğaldan azad edəcək. Bu bir il ərzində olmasa da, düşünürəm ki, 4-5 il ərzində Rusiya indi zəiflədiyi müstəvidə getdikcə, Ukrayna bunu bacaracaq. Necə bir il ərzində artıq Krımın işğaldan azad olunması reallığı yaranıb. Rusiyanın şərq cəbhəsində dayanması artıq gerçəkdir və Kreml dəhlizlərində həqiqətən də ciddi şəkildə narahatlıqlar qeyd olunur. Necədir? Lukashenko gəlib Vladimir Putinə məsləhət verir. O məsləhət də bilirsiniz ondan. Məsələ budur. Bura gəlirik elə. Mən İsmail müəllimdən soruşmaq istəyirəm bu məqamı. İsmail müəllim, dünən Valdayda Belarus prezidenti ilə Rusiya prezidenti 4 saatlıq bir görüş keçiriblər, məxfi bir görüş olub. Jurnalistlərə bununla bağlı heç bir açıqlama verilməyib. Hətta bugün də tərəflər arasında yenidən bir görüş keçiriləcək və bu görüşdə diqqət çəkən məqamlardan biri də odur ki, Sergey Lavrov iştirak edib, Rusiyanın Xarici İşlər Naziri. Federal Təhlükəsizlik Xidmətinin rəhbəri iştirak edib. Rusiya Prezidentinin müşaviri Aleksey Dyumin iştirak edib. Rusiya Təhlükəsizlik Şurasının baş katibi Şoyqu iştirak edib. Xarici Kəşfiyyat Xidmətinin direktoru iştirak edib, Narişkin. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri də, Belarus Xarici İşlər Nazirliyinin rəhbəri də bu iclasa qoşulub. Amma bu 4 saatlıq iclasla bağlı heç bir məlumat yoxdur ortada. Nəyi müzakirə ediblər bu 4 saat müddətində? Zelenski də çağırışlar edir uzun müddətdir ki, Belarusu müharibəyə qoşmaq istəyir. Rusiya yeni cəbhə açırmı? Nədir bu görüşlərin arxasında dayanan səbəb? Rusya kendisine bir müttefik arayışı içerisinde olduğu izlenimi veriyor. Zaten uzun zamandır diyaloglarda... İsmail müəllim, Belarus zaten onun müttəfiqidir. Hətta müttəfikdən daha ötədirlər onlar. Şimdi Arzu Hanım, zaten müttefik ve müttefikten daha öteler. Onda hemfikiriz. Fakat sıcak savaş olarak, yani içli savaş dediğimiz sıcak savaşa fiilen sokulabilmesi için belki cepheyi genişletip hedef şaşırtmış olabilir. Bu proxy kuvvet şeklinde doğrudan kendisi ekonomi, biraz önce söyledim, askeri yönden sıkıntıları var, ambargolar, asker vesaire güç bakımından. Ama Ramil müəllim deyir, Hindistandan, Cənubi Amerikadan gətirir əskərlər, muzlu döyüşçülər gətirir Rusiya, Afrikadan. Şimdi dışarıdan getirdiğiniz askerler
ona göre savaşır. Kendi vatanı için savaşan askerle dışarıdan getirilen asker aynı şeyi vermez. Doğru. Aynı gücü vermez. Yani vekil, yani kiraladığınız bir asker, öyle söyleyeyim, dışarıdan getirdiğiniz bir asker ölümüne kadar göze alır. Ama kendi toprağı için savaşan asker ölümü göze alır. Gerekirse kendini patlatır, tankın altına yatar, vatanını korur. Ama Yəni muzlu döyüşçü müharibədə vaxt öldürməklə məşğuldur, belə deyək. Evet, yani o siyasi olarak uluslararası arenaya güç gösterisidir. Psikolojik harekattır bunun adı. Yani dünyaya bakın, ben Güney Afrika'dan, Hindistan'dan, dışarıdan askerler getiriyorum, bunlar benim müttefikimdir diye masada elini güçlendirme açısından bir psikolojik harekat olarak bakılmalıdır. Yoksa samimi bir savaşçı olarak bakılmamalıdır. Fakat Belarus konusunda cepheyi genişletip masaya daha güçlü oturma açısından Ukrayna, Kırım ve diğer biraz önce tartıştığımız Ukrayna konusunu cepheyi genişletip eli daha güçlü ve ben savaşı yayarım, bakın genişletirim, herkes de benimle beraber yanar diyerekten Avrupa'ya ve Batı'ya bir mesaj verme niteliği taşıma açısından bir masada 4 saat gizli bir toplantı yapılmış olabilir. Yani bu ortaya çıkmakta veya Batı'ya mesaj veriyor. Beni eğer köşeye sıkıştırırsanız savaşı yayarım. Yani biraz önce ne dedim? Rusya Ukrayna'da sıkışmışken cepheyi genişletmek istemez. Fakat çok sıkışırsa, çok üstüne gelirlerse proxy kuvvet şekliyle Belarus üzerinden o bölgeye bir cepheyi genişletip Avrupa'ya tehdit ederek... Belarus gider mi buna İsmail müəllim? İşte Belarus gider mi? O çok büyük su götürecek bir soru. Belarus şu an itibariyle Rusya desteği olmadan o savaşı yürütemez. Ama Rusya'da ne kadar destek verebilir? Bir de bu var. Yani destek veremez. Fakat Belarus şu anda Rusya'nın gazabına uğramama açısından politikayı, süreci uzatmak istiyor olabilir. En mantıklısı bu, çünkü Rusya ile de karşı karşıya gelirse sıkıntılar yaşayacağını düşünüyor. Zaten uzun zamandır Rusya'nın müttefiki pozisyonunda, Avrupa'da da gerekli desteği göremiyor. Bu nedenle süreci uzatma açısından bir pazarlık yapılıyor olabilir. Eğer birazcık Belarus Rusya'nın taleplerini karşılayacak gibi olsa, mutlaka bu bilgi bir sızıntı şekliyle de olsa, mesaj şekliyle de olsa Avrupa'ya ve dünyaya bir bilgi sızıntısı olurdu. Şu anda demek ki Belarus anlaşmadı. Belarus Rusya'nın taleplerini kabul etmedi diyebiliriz. Məncə, demək, Lukashenko artıq bu məsələ ilə bağlı mövqeyini bildirib. Çünki Prezident Vladimir Zelenskinin məlum açıqlamasından, çıxışından və Belarusa yönələn fikirlərindən sonra Lukashenkonun bundan bağlı bir fikri oldu ki, bizim vətənimiz, təxminən bu kontekstdədir, Brestdən Vladivostoka qədərdir. Bu ərazilərdə baş verən proseslərdə biz iştirak edəcəyik. Yəni müdafiəsində də və s. Biz məsələni fərdiləşdirməsək daha yaxşı olar. Təbii ki, Belarusun Moskva ilə eyni mövqeydə, daha doğrusu Lukashenkonun Rusiyanın siyasi qərarlarını icra etməməsi Lukashenkonun siyasi hakimiyyətinin sonu ola bilər. Gərək, əgər Lukashenko bundan qorumaq istəyirsə, qoruyacaqsa özünü, gərək qərbə yönəlməlidir, qərbə getməlidir və artıq bunu da həyata keçirmək olduqca çətindir. Çünki Lukashenkonun dörd bir ətrafı Rusiyanın maraqlarına xidmət edən şəxslərlə doludur. Daha doğrusu Rusiyanın xüsusi xidmət orqanları Belarus siyasi hakimiyyətinin, idarəçilik hakimiyyətinin bütün proseslərinə həm nəzarət edirlər, həm də yönəldirlər. Bu baxımdan Lukashenkonun səhər durub, təyyarəyə oturub, Parisə uçub və yaxud da Londona gedib hansısa bir separat, deyək ki, müttəfiqliyə, ittifaqa zid, söhbət burada müttəfiqlikdən getmir. Çünki Belarusla Rusiya ittifaqdır, müttəfiq deyirlər təkcə. Yəni rəsmi olaraq ittifaqdır.
gedib Londonda hansısa bir sənədi imzalamaq kimi şansı yoxdur. Çünki nəzarət altındadır, nəzarətdədir. Bu məsələnin bir tərəfi. İkinci tərəfi, burada söhbət Belarus dövlətinin, Belarusiyanın və yaxud da Belarus xalqının müharibəyə cəlb edilməsindən getmir. Lukashenko artıq Rusiya ilə bir yerdə olduğunu dəfələrlə bildirib və sonuncu Zelenskinin fikrindən sonra da bu fikri səsləndirərək Rusiyanın bir ittifaqda olduğunu və bu Rusiyanın bütün proseslərində iştirak edəcəyini söyləyib, yəni hərbi baxımdan. Burada söhbət Rusiya silahlı qüvvələrinin Belarus ərazisindən Ukraynaya daxil olmasından gedir. Çünki əgər biz xəritəyə baxarıqsa, görərik ki, Belarus ərazisindən Ukraynaya daxil olan ordu birləşmələri ümumilikdə Rusiyanın hərbi kampaniyasına hansı formada müsbət təsir edə bilər. Əgər Belarus ərazisindən, deyək ki, ordu daxil olarsa, bu Qərbi Ukrayna ilə Şərqi Ukrayna arasında, yəni Rovna, Lvov, Ivanko-Frankovski ərazisi ilə Kiyev ərazisi arasında, Kiyev vilayəti arasında bir bufer bölgənin və yaxud da gərgin bir bölgənin yaradılmasını gətirib çıxara bilər. Necə ki, bugün Ukrayna silahlı qüvvələri aviasiya vasitələrindən istifadə edərək Mariupol, Melitopol, Krım istiqamətində, Xerson və Krım istiqamətində o yola nəzarət edirlər. Yəni, aviasiya vasitələri ilə hücumlar həyata keçirirlər. Nəzarət etmək deyəndə hücumlar həyata keçirirlər. Eyni missiyanı da, eyni formada da Rusiya ordusu həmin istiqamətdən bu prosesi həyata keçirə bilər. Bu əməliyyatı həyata keçirə bilər. Burada narahatlıq yaradan məsələ nədir? Yəni, Rusiya Belarus ərazisindən istifadə edə bilər Ukraynaya qarşı? Rusiya Belarus ərazisindən Ukraynaya qarşı istifadə edə bilər. Bunların ittifaq öhdəliyi var bu məsələ ilə bağlı. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvü olaraq öhdəlikləri var. Öhdəlikləri var. Sadəcə olaraq Lukashenkonun o qeyd etdiyiniz 4 saatlıq görüşdə hansı məsələləri təklif etdiyi, hansı qərarların verildiyi haqda bizim fikirlərimiz yalnız və yalnız ehtimallar üzərində qurula bilər. Ehtimallar üzərində qurula bilər ki, bu da əlbəttə ki, müəyyən yanlışlıqlar yarada bilər. Amma ümumilikdə görünən odur ki, əslində Belarus bu müharibənin tərkib hissəsidir. Sadəcə olaraq yalnız bir addım qalıb, bir məsələ qalıb. O da Belarus sərhədlərindən Rusiya tanklarının Ukrayna ərazisinə, yəni Rusiya silah texnikalarının Ukrayna ərazisinə keçidinin təmin olunmasıdır. İndi Ramil müəllim, bu nə qədər real görünür, bu məsələni də müzakirə edəcəyik. Mən İsmail müəllimə də təşəkkür edirəm. Ətraflı şərh verdi suallarımız istiqamətində və biz İsmail müəllimlə də sağollaşırıq. Reklam fasiləmiz olacaq. Reklam fasiləsindən sonra isə bizimlə Zoom bağlantısında tarixçi Telman Nüsrətoğlu olacaq. İkinci hissəmizdə həm də İran və Amerika Birləşmiş Ştatları arasında cəryan edən prosesləri də müzakirə edəcəyik. Odur ki, bizi izləməyə davam edin. Bugün sabah deyərək çox zaman itirirsən. Doğru qərarlar isə gözləmir. Park Yasamalda tikintisi davam edən mənzillər elə bugün daha sərfəli şərtlərdədir. Göl mənzərəsi, geniş yaşıllıq və inkişaf edən ərazi bu seçimi həm yaşayış, həm də investisiya üçün daha uyğun edir. 2 otaqlıdan 4 otaqlıya qədər fərqli sahələrdə tikintisi davam edən mənzillər Park Yasamalda səni gözləyir. Bu dəfə mənzil planını təxirə salma. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Abşeron Mall'da Shopping Fest loteriyası başladı. Alışveriş et. Dipal S09 kazanmak şansı elde et. 3 adet Sharm el Sheikh tur paketi, iPhone, iPad, scooter ve diğer hediyeler seni gözləyir. 30 sentyabra dek her 50 manat alışverişe bir bilet kazan. Daha çok bilet, daha çok şans. Abşeron Mall'a gel. Shopping Fest. 2 otaq studiya, 3 və 4 otaqlı seçimlərlə tam təmirli. Hazır mənzillər satışdadır. 17 hektardan çox yaşıllıq, istirahət və idman zonaları ilə burada həyat şəhərin içində, amma onun səs-küyündən uzaqdadır. 30% ilkin ödəniş və 20 illik ipoteka imkanı ilə özün üçün ən yaxşısını seç. Ətraflı Ulduz 1544.
Xəstələrimin əksəriyyəti mükəmməl təbəssümə və ağ dişlərə sahib olmaq istəyir. Lakin onlar dişlərinin həssaslaşacağından narahatdılar. Sensodyne Clinical White dişlərin 2 ton daha ağ olmasını və gün ərzində həssaslıqdan qorunmasını təmin edir. Mən 100% tövsiyə edirəm. Sensodyne Clinical White diş macunu. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə. Cəsarətli bir dönüş. Daha parlaq bir rəng. Özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Brilliant parlaqlığı ilə öz Prime Eranı yaşa. Yeni Garnier Fructis seriyası, bitki keratini və suya davamlı texnologiyası ilə saçlara 100 saata qədər güzgü parlaqlığı verir və 5 qat daha çox amarlıq. Bu parıltıdan daha çoxdur. Bu sənin brilliant parıltılı Prime Eran'dır. Garnier Fructis. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Brilliant parlaqlığı ilə öz Prime Eranı yaşa. Yeni Garnier Fructis seriyası, bitki keratini və suya davamlı texnologiyası ilə saçlara 100 saata qədər güzgü parlaqlığı verir və 5 qat daha çox amarlıq. Bu parıltıdan daha çoxdur. Bu sənin brilliant parıltılı Prime Eran'dır. Garnier Fructis. Magnum xüsusi zövqlə hazırlanmış şokoladı və məxməri dondurması. Dad həzzini yaşatmaq üçün yaradılıb. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Ukraynanın zərbələrindən sonra Rusiyada yanacaq böhranı yaşanır. Uzun-uzadı növbələr yarandı. Amerika Birləşmiş Ştatları İran arasında münasibətlər yenidən gərginləşdi. Tərəflərin bir-birinə hücumu kəskin etiraza səbəb oldu. Mən niyə 50 qəpiklik yolu 5 manat borc alıb qonşudan verib getməliyəm? Sumqayıtın 76-cı məhəlləsinin sakinləri nədən narazıdılar? Bunu qarşısını xahiş edirəm, alın. Bu yoxsa ölümlə nəticələr. Şabranda obyekt inşası ev sahiblərini özündən çıxartdı. Kim haqlıdır? Yaydan bir şey böyle korluq çəkilir. Lökbatan sakinləri su üzünə həsrət qaldılar. Onların niyə səsinə səs verən yoxdur? Daha ətraflı xəbərin 20 buraxılışında. Bəzilərinin nağlı belə əməllərə görün necə işləyir. Əvvəl özlərini maşının altına atanlar var idi, yadınıza gəlirsə. İndikilər canını daha çox istəyir. Eyni əməlin daha təhlükəsiz versiyasını tapıblar. Bu yaxınlarda Bakı Dövlət Universiteti hüquq ixtisasının illik haqqını 5500 manatdan 7600 manata qaldırdı. Emin müəllimin inkişaf etmiş ölkələrdə nəzərdə tutduğu bahalı təhsil tələbəyə ixtisas öyrədir, orta məktəb fənləri yox. Bax, bu videoda Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibəylini görürsünüz. Əlindəki 14-cü əsrə aid qədim və nadir bir Nizami Gəncəvi əl yazmasıdır. Milli Elmlər Akademiyasının prezidentinə xəbərdarlıq edirlər ki, əsərlə biraz incə rəftar eləsin. Vaxtında sahilləri hasarlamaqla doymayanlar, indi də sahillərdə xəndəklər qazır. Görüntülər Novxanı çimərliyindəndir. Cəmiyyət təkcə pis nümunələrdən yox, elə yaxşı insanların laqeydliyindən də formalaşır. Xülasə, sabah saat 21:30-da. Biz davam edirik. Məhəmməd müəllim, Rusiya Belarus ərazisindən istifadə edə bilərmi Ukraynaya qarşı? Təbii ki, istifadə etmək istəyir, amma Belarus dövlət başçısı Lukashenko buna getmək istəmir. İkincisi, Rusiya Belarus ərazisindən Ukraynaya girmək üçün böyük orada Ukrayna tərəfi möhkəm müdafiə imkanlarıdır ki, oranı aşmaq Rusiya üçün böyük itkilərə gətirib çıxaracaq. Ona görə də düşünürəm ki, hətta qüvvələrini həmin istiqamətdə artıracağını da bildirdi Ukrayna. Bəli, artıracağı təqdirdə həm də Rusiyanın da digər ərazilərdə ora gətirmək üçün əlavə silahlı qüvvələrə lazımdır, elit
döyüşçüləri lazımdır. Bu da Rusiya üçün digər cəbhələrdə postların boşalması deməkdir. Yəni, əgər bir tərəfdən çətin keçilən müdafiə istehkamlarından keçirsə, ora dediyim kimi elit, güclü, zirehli transporturlar, aviasiya çox çətindir. Rusiya demək olar ki, böyük itkilərlə qarşılanır. Bəs nə danışıblar bu 4 saatlıq? Mən hesab edirəm ki, bu 4 saat iclasda sadəcə olaraq burada Lukashenkonun düşünürəm ki, bir vasitəçi kimi gəlib ora atəşkəsə razı salmaq üçün Rusiya prezidentini. Çünki həqiqətən də Rusiya üçün vəziyyət kritikdir. Bir növ Lukashenko Qərbin Ukraynanın təkliflərini gətirib. Yəni, Valdayda aparılan danışıqların əsas tezisi düşünürəm ki, bundan ibarətdir. Yəni, burada Belarus arasında yeni bir cəbhənin açılması, Putin bilir ki, bu çox çətindir. Dediyim kimi, müdafiəni keçmək çətin olacaq Rusiya üçün. Həmçinin Lukashenkonun artıq hakimiyyətdən getməsi deməkdir. Ukrayna demək olar ki, Minskini və digər ərazilərini tamamilə vuracaq. Hətta Lukashenkonun prezident iqamətgahını da vura bilər, digər strateji obyektləri vurandan sonra xalq ayağa qalxa bilər. Ona görə də Belarus prezidenti bu riskə getməyəcək. Bəli, müharibənin ilk günlərində var idi, imkan var idi Rusiya Belarus ərazisindən girsin. Düz raketlər atdı, amma girmədi həmin asan vaxtda. İndi çətin bir zamanda, çətin bir vaxt, həmçinin Belarusun da artıq indi prezidenti buna icazə vermir və düşünürəm ki, bu Rusiya üçün, həmçinin Belarus üçün çox mənfi prezident olar. Hətta deyərdim ki, Polşada Belarusa böyük zərbələr endirə bilər. Ona görə də hesab edirəm ki, Rusiya Belarus ərazisindən buna imkan verilməyəcək. Valdayda keçirilən danışıqlar Lukashenko Ukrayna təkliflərini gətirib. Mən istisna etmirəm ki, hətta Volodymyr Zelenski ilə Lukashenko arasında son 24 saat ərzində telefon danışıqları da olub. Birisi bu siyasətdir və tərəflər istənilən vaxt bir-birinə zəng edə bilərlər və düşünürəm ki, Valdayda bu məsələlər müzakirə olunub. Yəni, biz Belarus ərazisindən Rusiyanın Ukraynaya qarşı hər hansı bir hücumunu gözləməyək. Aydındır. Bizimlə hazırda Zoom bağlantısında tarixçi, eləcə də siyasi şərhçi Telman Nüsrətoğlu var. Salam Telman müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Telman müəllim, Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgin olduğu kimi, eləcə də Amerika Birləşmiş Ştatları və İran arasında da vəziyyət gərgindir. Tərəflər bir razılaşma əldə etmişdilər, ancaq indi atəşkəs pozulub. Bəhreyndə səhər saatlarında məlumat verildi ki, Bəhreyndən məhz İran PUA-ları Bəhreynin də ərazisinə zərbələr endirib və elə Bəhreyn də bunu suverenliyinin pozulması kimi qiymətləndirdi. Başqa bir tərəfdən də elə dünən də Oman istiqamətində tankerlər və gəmilər zərbə altında qaldılar. Bugün də yenə gəmilərə zərbələr endirilib. İndi hansı tərəfdən zərbələr endirilib, hələ ki məlumat yoxdur. Son çıxan məlumatlarla əlaqəli deyirəm. Bu atəşkəsin pozulması, Omanı prosesə cəlb etmək, bəzi ekspertlər deyir ki, bu Amerika Birləşmiş Ştatlarının strateji gedişi idi. İsraili prosesdən kənarda saxlamaq, Oman kimi neytral bir ölkəni topun, necə deyərlər, qarşısında qoymaq Amerika Birləşmiş Ştatlarına sərf edir. Çünki beynəlxalq ictimaiyyətin diqqətini çəkəcək ki, baxın, İran məhz hücum edən tərəfdir, İran terrorçu dövlətdir, belə Amerika Birləşmiş Ştatları arqumentlər gətirə bilər deyə analitiklərin də qeydləri var. Bu atəşkəsin pozulmasını siz necə oxuyursunuz? Arzu xanım, əslində Amerika ilə İranın geosiyasi, iqtisadi, hərbi, daxili siyasət paradigmaları baxımından bir dalana dirənməsi, əslində bu müharibənin dalan vəziyyəti yaratması, çıxılmaz bir şərait formalaşdırması, ikisini də mərhələli kompromis modelinə məcbur elədi. Yəni, əslində həm Amerikadakı gözlənilən seçkilərin, həm daxili neft qiymətlərinin Hürmüz boğazının artması ilə birlikdə daxili bazarlara təsiri, qlobal sistemin işləyişinə təsiri və həm də İranın qarşılaşmış olduğu sosial,
iqtisadi, siyasi problemlər, hərbi problemlər bu müqaviməti uzun müddətli davam etdirmənin belə deyək də resurslar baxımından imkansızdır. Bu bağlamda kompromis amma mərhələyə yayaraq, məsələni mərhələyə yayaraq həll etmə modelinə üstünlük verdi. Yer təbii ki, bu şəkildə ateşkəsin pozulması, müəyyən lokal qarşılıqlı zərbələr olacaq, amma total şəkildə bu müharibənin yenidən bərpa edilməsi və ya daha dağıdıcı müstəviyə keçməsi mənə görə gözlənilmir. Nəyə görə bu müstəvinin bütün dünya üçün çox ağır sonuçları ola bilər, nəticələri ola bilər. Eyni zamanda Amerikan qlobal hegemoniyası onsuz da çatırdayan, onsuz da zəifləyən qlobal hegemoniyası üçündə daha böyük problemləri bərabərində gətirə biləcəyi bəllidir. O biri tərəfdən İran üçün də çox ağır sosial-iqtisadi problemlərlə qarşı-qarşıya qalan, yəni bundan əvvəl müəyyən etirazlar dalğası var idi. Bu müharibə bir şəkildə o etirazlar dalğasında arxa plana keçirmiş oldu. Ölkənin iqtisadi, struktural problemləri var, yəni islahatlar zəruridir. Bu cür belə deyək də bütün qonşu ölkələrlə, bütün ətrafla münasibətlərin bu şəkildə davam elətdirilməsi imkansızdır. Bu bağlamların hamısı göstərir ki, məcburi şəkildə tərəflər əslində diplomatik masaya oturaraq anlaşmaq üçün bir memorandum imzaladılar. Əslində bu tam bir razılaşma, uzlaşma deyil. Bəs bu uzlaşmanın şərtlərinə niyə uyğun davranmır İran? Yəni, Hörmüzdən sərbəst keçidi təmin edəcək deyə bir öhdəlik götürüb İran üzərinə. Oman indi öz ərazi sularından bir dəhliz, bir marşrut yaradıb ki, oradan gəmilər, tankerlər keçsinlər. İran həmin gəmiləri, tankerləri vurur. Yəni, bunun arxasında dayanan səbəb nədir, məqsədi nədir İranın? Bilirsiniz, İran tərəfindən isə çox fərqli bir açıqlama var. Onlar qeyd edirlər ki, bizim təqdim elədiyimiz təhlükəsiz marşrut, yəni keçid deməli yolundan istifadə edilmədiyinə görə İranın təhlükəsizliyinə, yəni məsələn, ola bilər ki, İran sahillərinə yaxın ayrı bir güzərgah var. Hələ ki, müharibə bitməyib, baxın, müharibə bitməyib, yəni İranla Amerika arasında... Amma müharibənin bitməsi üçün bir razılaşma əldə olunmuşdu, ateşkəs var idi. Arzu xanım, ateşkəs dediyim kimi hansı zərurətdən əldə edilib, bu ateşkəs imzalanıb. Amma məsələ bundadır ki, hətta ateşkəsi imzalamaq, memorandumu imzalamaq üçün fiziki olaraq bir araya gəlməyən tərəflərdən söhbət gedir. Bilirsiniz, imzalanma mərasimi, amma daha sonra heyətlər bir araya gəldilər, bircə fotoqraf belə vermək istəmədilər. Yəni, bu məsələlərin nə qədər daxili siyasət baxımından problemli olduğunu göstərir. Yəni, İran tərəfində bu danışıqları aparan Qalibov və digər heyət əslində bir, belə deyək də, düşman olaraq gördükləri ölkənin hərbi elitasını, siyasi elitasını, ali dini liderini məhv edən, öldürən bir ölkə ilə yəni nə qədər arada bir güvənsizlik olduğunu qeyd eləmək istəyirəm. Amma diplomatik kanallar var, Telman müəllim. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance bir açıqlama verdi ki, biz zorakılığa zorakılıqla cavab verəcəyik. İran sadəcə dəstəyi qaldırmalıydı və bizimlə danışmalıydı ki, problemlər yaşanır. Gəlin o problemləri aradan qaldıraq. İran bunu etmək yerinə tankerlərə zərbələr indirdi. Bu, dediyim kimi, burada məsələ birinci etimadsızlıq problemidir. İkinci, daxili siyasətdə bunu xalqa izah etmənin çətinliyi, yəni bir mənalı şəkildə Amerika biz razılaşdıq, müttəfiq olduq, orada 300 milyard dollarlıq hətta bir yatırımdan söhbət edir ki, bunun mahiyyətinin nədən ibarət olduğu, onun gizəmi deyək də, onun sirri belə, yəni bu İran-Amerika ciddi bir dərin danışıqlar nəticəsində geosiyasi məsələləri də, paylaşım məsələlərini də, Hürmüzün gələcəkdə statusunda ehtiva edən bir razılaşma mı var? Yəni bu razılaşmanın detalları mı müzakirə edilir diplomatik danışıqlarda və ya bağlı qapılar arxasında və ya hansısa başqa təmaslarda? Bununla bağlı ciddi suallar var, amma hər iki ölkənin, istər Amerikanın İsrail paradigması baxımından bunu daxilə izah etməsi,
yəni nüvə razılaşması ortada olmadan, uranyum stoku təslim alınmadan, hələ MAQATE-nin müfəttişləri İrana girmədən, yəni bunu təmin edilməyib. Yəni bu bir mərhələli müəyyən bir razılaşma, etimad mühiti yaratma təşəbbüsüdür və burada təbii ki, İran üçün də... Və bu təşəbbüsü də İran pozur. İran pozur, amma sadəcə İran pozmur. O biri tərəfdən Livanda, İsraildə bu atəşkəs eyni zamanda Livanı da əhatə etməli idi. İsrail də oradakı, Livanın cənubundakı hərbi əməliyyatlarına davam edir. Yəni bu, bilirsiniz, topyekun, total bir sülh və ya yeni dönemin başlanğıcı ilə bağlı bir razılaşma olmadan Livan da bunun içərisində olmalıdır. İsrailin bölgə ilə bağlı yayılmacı siyasətinin dayandırılması, Fələstin məsələsi bu, yaxın şərqdə arzu edilən, danışılan bir sülh hakim olmayacaq. Bunu biz bir mənalı şəkildə bugündən sabaha sülh olacaq, bugündən sabaha İranla İsrail razılaşacaq. Bu ikisi antagonist birbiri ilə qarşı duran bir paradigmanı təmsil edən ölkədən də söhbət gedir. Bu çox asan bir məsələ deyil və dolayısıyla bunun təbii ki, müxtəlif aspektləri, cinahları var, xarici faktorlar var. İranın Çinlə münasibətləri, Rusiya ilə münasibətləri bu işə təsir edir. İsrail, Amerika, Körfəz ölkələrinin durumu. Yəni burada bir mənalı şəkildə bu memorandum imzalandı və hər şey yolunda gedəcək deyə düşünə bilmərik. Bu təbii ki, noyabr ayında Amerikadakı seçkilərə qədər güman edirəm ki, 60 günlük müddət başa çatandan sonra bunun atəşkəsin müddəti biraz daha uzadılacaq və bu seçkilərdən sonraki şərait nəyi diktə edəcək? Ümumiyyətlə, Amerika-İran bir çox dərin məsələlərlə bağlı razılığa gələ biləcəkmi? Bu razılığa gələ bilmələri üçün geosiyasi ortam şərait varmı? Bunlar da çox önəmlidir və təbii ki, burada İsrailin yanaşması da önəmlidir. Ona görə ateşkəsin yer-yer pozulmasına, yer-yer lokal bir-birlərinə qarşı güc göstərisinə biz normal yanaşmalıyıq. Çünki burada bir, dediyim kimi, hətta müharibə Amerika-İsrail tandemi ilə İran arasında olmuşdu, amma biz diplomatik masada İsraili görmürük. Halbuki İsrail bu müharibənin stratejik ağlını təmsil edir. Yəni, Yaxın Şərqi necə dizayn edəcək, Yaxın Şərqin İsrail planlarına görə... Axı, İran heç İsraili dövlət kimi tanımır. Necə bir masaya otursun İsraillə? İndi dövlət kimi tanımamaq məsələsi ayrı bir məsələdir. Amma məsələ bundadır ki, elə vaxtında İsraili tanıyan ilk dövlətlərdən birisi də İran olur. Biri Türkiyə olur, biri İran olur. İsrail indi Türkiyəyə də təhdidlər savurur. Amma Türkiyə tarix boyu həm elə Yahudilərin qorunmasında müstəsna Osmanlı İmperiyası dövründən ta Cumhuriyyət dövrünə qədər rol oynamış bir dövlətdir. Türkiyə Yaxın Şərqin sabitləşdirici gücüdür. Yəni, belə deyək də, birləşdirici bütün məzhəbləri, kimlikləri azad və ədalətli şəkildə idarə edən bir ölkədir. Amma İsraildən bugün Türkiyəyə qarşı da təhdidlər səslənir. Bunu necə qəbul etmək mümkündür? İsrail sadəcə Livanda yox, Suriyada da, Golan təpələrində, Herman dağında, Durzilər üzərindən başqa planlar ortaya qoymağa çalışır. Yəni, bu sadəcə İranın yayılmacı siyasəti deyil. Əlbəttə, doğru buyurursunuz. İran, proksi güclər üzərindən, belə deyək də, bütün qonşularla əslində baxdığımız zaman müsəlman ölkələrin heç birisi ilə normal bir münasibətlər sistemi qura bilməyibdir. İranın ən böyük problemlərindən birisi budur. Amma İsrail ilə münasibətləri əslində bir-birlərini bəsləyən münasibətlər. Bu antagonizm həm İran daxili siyasəti üçün, həm İsrail daxili siyasəti üçün lazımdır. Çünki təsəvvür edin ki, bölgəyə bir sülh gəldi. Qazze ətrafında yaranan o sülh şurası öz fəaliyyətini davam etdirərək İsrail-Fələstin məsələsinə də iki dövlətli çözüm gətirdi. Ərəb-İsrail münasibətləri də normallaşdı. O zaman Netanyahu kimilərinin siyasi ideologiyaları, siyasi paradigmaları üçün bir şərait olmayacaq ortada. Ona görə də onlar daima düşman arayışı içərisində olacaqlar. İran üçün də, İran orada İslam inqilabı keşişçiləri üçün də belə bir düşman obrazına ehtiyac var. Konsolidasiya və siyasi varlıqlarını davam etdirmələri baxımından. Demək, Telman müəllim, maraqlı məqamlara toxundunuz, amma mən yenə də o sualıma hələlik cavab ala bilmədim ki, niyə İran Oman sularını
hədəfə aldı? Bilirsiniz, Oman sularının ilk növbədə bu atəşi açan Sepahdır, İslam İnqilab Keşişləri Korpusu və onlar özlərinin təklif etdiyi nəzarət sxemindən kənarda hər hansı bir yolun istifadəsinə imkan vermək istəmirlər. Çünki burada əgər Oman ərazisindən, tam Omanın nəzarətində belə bir keçid olacaqsa, deməli burada danışıqlar masasında İranın mövqeyi kifayət qədər zəifləyəcək. Ona görə də Sepah burada öz mövqeyini qurmaq, diplomatiya danışıqlar masasında gücünü qorumaq üçün bu atəşdən istifadə etdi. Baxın, mən daimi demişəm ki, Hörmüz boğazı, oranı qapatması... Yəni, Sepah özünü qorumaq üçünmü bu atəş açdı? İranı, danışıqlar masasında İranın mövqeyini gücləndirmək üçün, zəiflətməmək üçün bu atəşi açıb. Amma atəşkəsi pozub. Atəşkəsi pozub, bəli. Atəşkəsi niyə pozub, onu da qeyd edəcəm. Trump bunu strateji üstünlüyə çevirə bilərimiz üçün, yox? Qarşılıqlı ittihamlarla səsləndirilir. Hörmüz boğazı İranı qurtaran bir, təbii ki, böyük bir fəali amildir. İkincisi, atəşkəs təkcə burada pozulmadı. Atəşkəs Livan cəbhəsində də pozuldu. Bu ki, məsələn, Vaşinqtonda Livanla İsrail arasında... Biz Livan cəbhəsinə gələcəyik, amma Omana kim belə bir fürsəti tanıdı ki, o oradan marşrut Amerika Birləşmiş Ştatları. Amerika Birləşmiş Ştatları. Demək, Birləşmiş Ştatlar bilirdi ki, əgər Oman oradan bir dəhliz açsa, İran dərhal Oman sularındakı həmin tankerlərə atəş açacaq. Bu da Amerika Birləşmiş Ştatlarının necəsə əlinə işləyəcək, amma necə işləyəcək? Necə işləyəcək? Çünki bilirsiniz, Hizbullahla, hamısı bunlar bir-birinə zəncirvari bağlıdır. Livanla İsrail atəşkəs müqaviləsi bağladı. Livan onu tanımadı və həmin atəşkəs müqaviləsində bir növ İsrail qoşunlarının Livan ərazisinə qalması da legitimləşdirildi. 10 kilometr bufer zona və Hizbullah da bunu tanımır və tərəflər arasında münaqişə baş verəcək. Və bir tərəfdən də İsrail ordusu yenidən Suriyaya hücum edib və bir neçə məntəqəndə işğal edib. Artıq Şam ətrafına da yığır və ötən gündə İranın təhlükəsizlik katibi ilə Suriyanın təhlükəsizlik katibi arasında danışıqların keçirilməsi ilə də məlumatlar var. Görürük ki, yaxın şərqdə çox dolayı və zəncirvari proseslər gedir və hər cəbhədə də atəş səsləri eşidilir. Və göründüyü kimi sülh uzaqda da görünür və bütün bu, necə deyirlər, şeytanlıqların başında İsrailin baş naziri Binyamin Netanyahu dayanır və bütün bu baş verənlər də ona hesablanıb ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında yekun sülh həll olunmasın və bu qeyri-sabit vəziyyət davam etsin və İsrail də öz ərazisini genişləndirsin. Həm Livan ərazisində, həmçinin Suriya ərazisində. Bu məsələ və ortada da Telman müəllim düz dedi. Binyamin Netanyahu da öz hakimiyyətinin saxlanmasına maraqlıdır, özünün şəxsi təhlükəsizliyini qorusun. Ramin müəllim, deməli hərbi araşdırmaçılar belə bir qeyd veriblər. İran həqiqətən də müharibədə çox usta bir strateq kimi davrandı. Lakin atəşkəs və sülh dövründə bu performansı göstərə bilmədi. Üstəlik, Trump məsləhətçiləri onu yeni strategiya ilə bağlı inandıra biliblər. Yəni, Trumpın məsləhətçiləri onu yeni strategiya inandıra biliblər. Söhbət Oman sularının hədəfə alınmasından gedir. İranın daimi olaraq Oman sahilini vurması İranın özünü çətin duruma salır. Hüquqi olaraq da onun heç bir əsası yoxdur ki, Oman sularını hədəfə alsın. Arzu xanım, Oman Hörmüz boğazının bir hissəsi İranın sahil suları ərazisidir. Digər hissəsi isə Omanın sahil suları ərazisinə düşür. Amma keçid üçün, yəni ağır, böyük tankerlər üçün, tankerlərin, gəmilərin keçidi üçün ən uğurlu məntəqə İranın sahil suları ərazisidir. Çünki boğazın Oman istiqamətində, Oman tərəfində müəyyən təbii maneələr var, problemlər var. Bu da iri gəmilərin keçidi üçün uğurlu olmayıb. Ona görə də əsrlərdir Hörmüz boğazı deyildikdə biz İranın sahil suları ərazisindən keçidi nəzərə alırıq və yaxud da bu nəzərə alınır. Bu birinci məsələ. İkinci məsələ ondan ibarətdir ki, Oman və İran arasında uzun illərə dayanan bir tərəfdaşlıq, bir razılaşma var. Xüsusilə də
1980-ci ildən sonra, yəni İrana qarşı sanksiyalar artıq tətbiq olunduqdan sonra Oman hər zaman İran məhsullarının, xüsusilə də neft və neft məhsullarının dünya bazarına çıxışı prosesində iştirak edib. Yəni, sadə dillə desək, Bəndər Abbas limanından çıxan gəmi, tanker, neft daşıyan və yaxud da dizel və yaxud da digər neft məhsulunu daşıyan tanker Oman sahil sularına keçid edərək məhsulun mənşə sənədinin dəyişdirilməsini həyata keçirib və ondan sonra Qırmızı dənizdən keçərək Aralıq dənizi hövzəsinə daxil olub və oradan Mersin, yəni Türkiyə, Misir, İspaniya və s. İtaliya limanlarına yan alaraq öz məhsulunun satışını həyata keçirib. Və yəni Omanla İran arasında belə iqtisadi, siyasətə dayanan, siyasətə köklənən iqtisadi münasibətlər mövcuddur. Burada mən hesab edirəm ki, bunu əməliyyat hesab edək, adlandıraq. Oman sahil suları ərazisindən, yəni boğazın, Hörmüz boğazının Oman sahil suları ərazisindən gəmilərinin keçidi məsələsi Amerika Birləşmiş Ştatlarının bir əməliyyatı idi. Hətta Oman dərhal Birləşmiş Ştatları dəstəyə çağırdı. Bəli, bu əməliyyatı idi və birinci məqsəd təbii ki, Omanla İran arasındakı siyasi münasibətlərin pozulmasına xidmət edir. Halbuki ən gərgin dövrdə bu olmayıb. Hətta fevral ayının 28-də başlayan müharibə dövründə belə İran tərəfindən Omana bir güllə də atılmayıb. Yəni, hər hansı bir raket zərbəsi və s. olmayıb. Burada birinci məsələ İran və Oman arasında münasibətlərin korlanmasıdır. Ki, Amerika hansısa bir formada Omanın sahil suları ərazisindən istifadə etsin və offsayda qoysun İranı, həmin o boğaz məsələsində. Bu birinci məsələdir. Biz bilirik ki, İran Hörmüz boğazını hərbi məqsədləri üçün, hərbi siyasi məqsədləri üçün istifadə edir. Və əsas amil kimin, kart kimin danışıqlar prosesində də istifadə edir. Əgər İranın Hörmüz boğazına, Oman sahil sularına nəzarəti itərsə, İranın danışıqlar masasındakı şərtləri yumuşalmalıdır və yaxud da İran bu şərtləri yumuşaltmalıdır ki, prosesdə sülh əldə olunsun. Əks təqdirdə İsrailin Ağ Evdəki mövqeyi daha da güclənə bilər. Yəni, İsrailin Ağ Evdəki mövqeyi nədir? Müharibəni davam etdirmək. İranla müharibəni davam etdirmək, maksimum şəkildə İranı dalana sıxışdırmaq. Amma hesab edirəm ki, bu məsələ ilə bağlı hansısa bir razılıq əldə olunacaq. Çünki Çin amili burada əsas faktorlardan biridir və nə qədər də Omanın sahil suları rentabelli olsa da, hansısa mənada, amma effektiv deyil. Çünki biraz da əvvəl qeyd etdiyim kimi, iri tankerlərlə, gəmilərlə oradan... Suda dayazlıq var. Yəni 100 min tonluq neft daşıyan gəmi, tanker, Oman sahil suları ərazisindən, boğazın Oman sahil suları ərazisindən uğurlu keçid edə bilməz. Biz davam edəcəyik, bir reklam fasiləsinə ayrılaq. Reklam fasiləsindən sonra sizin əlavənizdə işləyəcəyik. Cəmi 11.200 manata öz mənzilinin açarını əlinə ala bilərsən. Bəli, yeni Sumqayıtda yepyeni mənzillər satışa çıxdı. 2 otaqlı mənzil 11.200 manat ilkin ödənişlə Sumqayıtın mərkəzi Sülh küçəsinə 3 dəqiqəlik məsafədə. Funksional planlanmış mənzillər ev sahiblərini gözləyir. Geniş parkı, yaşıl həyəti olan 7-24 tam təhlükəsiz mühitdə mənzilin olmasını istəyirsənsə, elə indi Ulduz 1544-də zəng edə və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Abşeron Mall'da Shopping Fest loteriyası başladı. Alışveriş et, Dipal S09 qazanmaq şansı əldə et. 3 ədəd Şarm-el Şeyx tur paketi, iPhone, iPad, skuter və digər hədiyyələr səni gözləyir. 30 sentyabrədək hər 50 manat alışverişə bir bilet qazan.
Daha çok bilet, daha çok şans. Abşeron Mola gəl. Shopping Fest'də qalib ol. Dəniz mənzərəli evinin olması üçün milyonçu olmağın şərt deyil. Sahil Park yaşayış kompleksində 60-70 kvadrat metrdə elə 3 otaq studiya planlaması yaratmışıq ki, həm otaq sayın çox olur, həm də büdcənə qənaət edirsən. Üstəlik mənzillər tam təmirli təhvil verilir. Cəmi 15% ilkin ödənişlə sən də hər sabah dəniz mənzərəsinə oyanıb bulvarda gəzintinin dadını çıxara bilərsən. Sahil Park, sənə uyğun rahatlıq, sənə yaxın dəniz. Ətraflı Ulduz 1544 və ya kristal.az. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə. Cəsarətli bir dönüş. Daha parlaq bir rəng. Özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Brilliant parlaqlığı ilə öz Prime Eranı yaşa. Yeni görünüyor Fructis seriyası. Bitki keratini və suya davamlı texnologiyası ilə saçlara 100 saata qədər güzgü parlaqlığı verir və 5 qat daha çox amarlıq. Bu parıltıdan daha çoxdur. Bu sənin brilliant parıltılı Prime Eran'dır. Garnier Fructis. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Brilliant parlaqlığı ilə öz Prime Eranı yaşa. Yeni görünüyor Fructis seriyası. Bitki keratini və suya davamlı texnologiyası ilə saçlara 100 saata qədər güzgü parlaqlığı verir və 5 qat daha çox amarlıq. Bu parıltıdan daha çoxdur. Bu sənin brilliant parıltılı Prime Eran'dır. Garnier Fructis. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Brilliant parlaqlığı ilə öz Prime Eranı yaşa. Yeni görünüyor Fructis seriyası. Bitki keratini və suya davamlı texnologiyası ilə saçlara 100 saata qədər güzgü parlaqlığı verir və 5 qat daha çox amarlıq. Bu parıltıdan daha çoxdur. Bu sənin brilliant parıltılı Prime Eran'dır. Garnier Fructis. Magnum xüsusi zövqlə hazırlanmış şokoladı və məxməri dondurması. Dad həzzini yaşatmaq üçün yaradılıb. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Ukraynanın zərbələrindən sonra Rusiyada yanacaq böhranı yaşanır. Uzun-uzadı növbələr yarandı. Amerika Birləşmiş Ştatları İran arasında münasibətlər yenidən gərginləşdi. Tərəflərin bir-birinə hücumu kəskin etiraza səbəb oldu. Mən niyə 50 qəpiklik yolu 5 manat borc alıb qonşudan verib getməliyəm? Sumqayıtın 76-cı məhəlləsinin sakinləri nədən narazıdılar? Bunu qarşısını xahiş edirəm, alın. Bu yoxsa ölümlə nəticələr. Şabranda obyekt inşası ev sahiblərini özündən çıxartdı. Kim haqlıdır? Vallahi yaydan bir şey böyle korluq çəkilir. Lökbatan sakinləri su üzünə həsrət qaldılar. Onların niyə səsinə səs verən yoxdur? Daha ətraflı birazdan. Biz davam edirik. Məhəmməd müəllim, sizin əlavəniz var idi Ramil müəllimin fikirlərinə. Buyurun. Bilirsiniz, Oman gərək burada İranla anlaşmanı pozdu. İran ona görə də Oman ərazisinə keçən tankeri vurdu. Oman gərək öz ərazisi sularından xət açmamalıdır. Niyə? Çünki baxın, Cenevra danışıqlarından sonra ABŞ və Amerika, ABŞ və İran arasında aparılan Cenevra danışıqlarından sonra Qalibov birbaşa Omana gəldi, Maskata. Və Maskatda danışıqlar getdi və orada razılaşdılar ki,
Hörmüz boğazından keçdi. İran və Oman birgə bu planı həyata keçirəcəklər. Yəni birgə nəzarət edəcəklər və eyni mexanizmi quracaqlar. Və Oman da bununla razılar. Təbii ki, Amerika Birləşmiş Ştatları belə bir planla məmnun deyildi. Qalibaf, bəli, qayıtdıqdan sonra, indi sonra Azərbaycana gəldi, danışıqlar. Bu məsələnin digər tərəfi. Amma üstündən görürüz, bir neçə gün keçəndən sonra Oman İranla bu danışıqlar prosesindən çıxdı. Amerikanın birbaşa təlimatı ilə və İsraillə Amerika birgə Omana qeyd etdilər ki, sən öz ərazi sularından belə bir dəhliz aç. Bu da təbii ki, İranın da xoşuna gəlmədi. Çünki danışıqlar aparılmışdı, ciddi anlaşmalar var idi. Məsələn, İran da Omanı cəzalandırmaq üçün atəş açdı. Oman da Amerikanı köməyə çağırdı. Yəni, burada gərək Oman hökuməti əvvəlki necə siyasi iradə ortaya qoymuşsa, gərək prosesi sonacan aparmalı idi. Oman öz mövqeyində qalsaydı, İranla eyni müştərək şəkildə, vahid şəkildə həmin anlaşma əldə çıxmasıydı anlaşmada. Mən hesab edirəm ki, Oman da burada mövqeyi güclənərdi. Proseslər normal müstəvidə davam edərdi. Çox təəssüf ki, ərəb xəyanəti yenə də biz görürük. Telman müəllim, Livanda da vəziyyət gərgindir əslində. Biraz əvvəl siz də qeyd etdiniz və Hizbullah tərəfdarları da artıq aksiyalara başlayıblar. Paytaxt Beyrutda, hətta bizdə görüntülər də var. Mən dostlardan xahiş edəcəm ki, həmin aksiyaların görüntülərini də təqdim eləsinlər. Nömrə 27-də yerləşir və bu aksiyaların keçirilməsində məqsəd Livan hökuməti ilə İsrail arasında əldə olunan razılaşmadır. Bu, Hizbullah qüvvələrinin son çırpınışlarıdırmı? Yəni, İranın Livanda artıq təsir imkanları mı azalır? İndi də bu cür aksiyalara başlayıblar. Livan məsələsi, Livan-İsrail münasibətlərinin tənzimlənməsi ilə bağlı ortada olan bir, təbii ki, danışıqlar var. Amerikanın da vasitəsi ilə. Burada Livandan tələb olunan nə idi? Dövlətin tək silahlı qüvvələrinin olması, Hizbullahın təşkil edilməsi, silahların alınaraq Livan ordusuna verilməsi və ümumiyyətlə Hizbullahın hərbi gücünün zəiflədilməsi. Təbii ki, İsrailin də əsas tərəflərindən birisi budur. Amma hazırda Livanın əsas ordusunun çox zəif olduğunu diqqətə alsaq, müqavimətini, İsrailə qarşı müqavimətini də Hizbullah həyata keçirməkdədir. Bunu da qeyd eləməkdə fayda var. Livan hökuməti özündə də çox strukturlu bir yapıdan söhbət gedir. Yəni, məzhəbi, dini kimlik baxımından, siyasi baxımdan çox dağınıq bir Livan yapısından, strukturundan söhbət gedir. Ona görə də burada Hizbullah kənara qoyula bilməz. Hətta Hizbullahın zəiflədilmə prosesi olsa belə, orada məzhəbi nöqtədə, yəni İranın çox ciddi təsir imkanları, belə deyək də, hücrələri, proksi tərəfdarları, gücləri olacaq və bu proses asan bir məsələ deyil. Təsadüf deyil ki, Trump qeyd eləmişdi ki, mən Netanyahu'ya təklif elədim ki, bu Hizbullahla hesablaşmanı Əhməd Əl-Şarə həyata keçirsin, Suriya hökuməti həyata keçirsin və Suriya hökumətindən də dərhal bu məsələ ilə bağlı, Trump'ın açıqlaması ilə bağlı bir təksib xarakterli və etiraz xarakterli bir nöqtə səsləndi. Bu da onu göstərir ki, əslində Amerikanın təklif elədiyi Livan və Suriya münasibətləri kontekstində də baxsaq, bölgəni böyük bir məzhəbi xaosa sürükləmək və Suriya ilə Livanı qarşı-qarşıya gətirərək əslində İsrailin mövqələrini, İsrail üçün orada bir alan açmaq, mövqə açmaq məqsədinə xidmət edir. Dolayısıyla Livan məsələsi, indi son təmaslar da bilirsiniz, İran və Suriya arasında da təmaslar var. Türkiyə çox fərqli bir siyasət izləməkdədir bölgədə, bilirsiniz. Pakistan, Səudi Ərəbistanı, Misir və Türkiyə artıq dörtlü məsləhətləşmə mexanizmini dərinləşdirmək və bunu bir pakt halına dönüşdürmək üçün çalışmalarına davam edir. O bir tərəfdən də
Türkiyə İranla münasibətlərini balanslı götürərək, həm Qərblə, həm İranla balanslı götürərək, Suriyanın da bir belə deyək də, çatışma alanı, müharibə alanı, mübarizə alanı sahəsi halına gəlməməsi üçün çalışır. Suriyanı gücləndirmək mövqelərini, mərkəzi hakimiyyət mövqelərini daha da möhkəmlətmək və beləcə İran Suriya qarşı durmasını, Hizbullah Suriya qarşı durmasını da əngəlləmə siyasəti icra edir Türkiyə. Bu bağlamda yəni dənkləm nə qədər mürəkkəbdir. Bir tərəfdə İsrailin hədəfləri var. Suriyanın daxilinə müdaxilə eləməyə çalışır, işğalını genişləndirməyə çalışır. Bir arz-ı məvud ritorikasını ön plana çıxardır. Hətta Netanyahu, mən İsa Məsihin gəlişi üçün çalışıram deyə bir çox əslində gülünc bir belə deyək də dini baxımdan argumenti də ön plana çıxardır və bu məsələnin arxa planında din amilinin, məzhəb amilinin də rol oynadığını, teopolitik bir dərinliyinin olduğunda biz bu yanaşmalardan da görə bilirik. O bir tərəfdən də yəni çoxlu faktorlar var. Suriyanın bu oyunun içərisinə girməməsi, Suriyanın öz ərazi bütövlüyünü təsis etməsi baxımından mümkün deyil. İsrailin Suriya ərazilərinə yönəlmiş olan işğal siyasəti də göstərir ki, Suriya hakimiyyəti özünü belə bir oyunun aləti halına gətirmək istəmir və öz milli maraqları çərçivəsində birinci dərəcəli məsələ Suriya üçün ərazi bütövlüyünü təsis eləmək, hakimiyyətin möhkəmliyini qorumaq və orada bərpa işlərini həyata keçirmək və hər hansı Əsad dövründə olduğu kimi parçalanmış, bölünmüş bu və ya digər ölkələrin oyun halanı, poligonu halına gəlmiş bir Suriya ortaya qoymamaq. Yəni burada bayaq da ifadə elədik. Yəni Hizbullah Livanda asan deyil Hizbullahı bitirmək. Yəni bayaq bunun sosiolojik təməlləri olmasa, bunun Livanın yapısına baxdığımız zaman, yəni cəmiyyət, toplum, millət yapısına baxdığımız zaman bunu daha rahat bir şəkildə anlamaq mümkündür. Və eyni zamanda bilirsiniz, bu yaxın şərqdə müəyyən bir balans üzərinə qurulan bir belə deyək də nizamdan söhbət gedir daima. Amerika və onun belə deyək, qərbdəki əsas müttəfiqləri məncə heç istəməzlər ki, İran dağılsın, parçalasın. Çünki İran bir balansı təmsil edir eyni zamanda. İran, sadəcə İrandan istədikləri nədir? İranın coğrafi, strategik... Amma proksi qüvvələrin bitirilməsini istəyir Amerika Birləşmiş Ştatları. Proksi güclərin bitirilməsini istəyir İsrailin təhlükəsizliyi üçün. Çünki yaxın şərq siyasətində əsas paradigmalardan birisi Amerikanın, İsrailin təhlükəsizliyidir. Amma özünün milli maraqları baxımından əsas hədəfi nədir? İrandan istədiyi nədir? İran dediyim kimi coğrafi, stratejik dərinliyini Amerikanın maraqlarına uyğun bir şəkildə istifadə eləmək, resurslarına istifadə eləmək, İranın Hürmüz boğazı daxil olmaqla bu yollar, ticarət yolları baxımından əhəmiyyətini və neft-qaz resurslarını da diqqətə alaraq İranı daha çox Çinlə məsafəli bir davranışa təşviq edərək özünün belə deyək də yanında Amerika ilə intensiv əməkdaşlığa təşviq eləmək. Bu 300 milyarlıq yatırımın, paranın o belə deyək də şərh edilməyən, açıqlanmayan, nüansları ortaya qoyulmayan pulun da arxasındakı yatan niyyətlərdən birisi qlobal sərmayənin, Amerikan sərmayəsinin yeni İranda sahədə varlığını və ya əməkdaşlıq, İranla Amerikan sərmayəsinin əməkdaşlığı və hətta bunun Hürmüz boğazı üzərindən də bir istiqaməti ola bilər. Ona görə də bunu da kənara atmamaq lazım. Mümkündür ki, gələcəkdə İranla Amerika Hürmüz boğazında hətta rüsumlar məsələsi daxil olmaqla bir çox digər istiqamətlərdə müştərək bir belə deyək də mexanizm ortaya qoya bilsinlər. Bunun təməlləri məncə bu memorandumda atıldı. Çünki orada qeyd olundu ki, memorandumda qeyd olunur ki, Amerika ilə İran burada bir məsləhətləşmə, birgə mexanizm, birgə belə deyək də mexanizm üzərində çalışacaqlar və bununla bağlı bir razılığa gəldi. Bu da bir detaldır. Yəni ehtimal edilə biləcək bu, bilirsiniz, bu dərin bu məsələlərin hamısının məğzində, mahiyyətində nə var? Paylaşım mübarizəsi, yeni dünya nizamı uğruna gedən mübarizə.
Amerikanın o öz qlobal hegemoniyası üçün əsas təhdid və təhlükə olaraq gördüyü Çinin bu stratejik regionlarda mövqelərini zəiflədilməsi, böyük resursları öz yanına çəkmək. Yəni, dolayısıyla bu parametrlərin hamısı diqqətə alınmalıdır. Ramil müəllim, Netanyahu bir açıqlama verdi və Litani çayının şimalında və cənubunda pilot zonaların yaradılması ilə bağlı və Hizbullahı da bitirməyə çox yaxınıq kimi buna bənzər bir açıqlama. Bəli. Bu pilot zonanın əhəmiyyəti nədir, nə işə yarayır bu cür zonalar yaratmaq? İsrail uzun illərdir bu formada həm Fələstin ərazisində, həm Qəzza ərazisində, həm də Livan və Suriya ərazisində belə bir termindən istifadə edərək, pilot, bufer terminlərindən istifadə edərək ərazilərin işğalını, ilhaqını həyata keçirməklə məşğul. Yəni, ərazilərə daxil olur, orada öz hərbi mövcudluğunu təmin edir. Sonra belə bir formada həmin əraziyə ad qoyulur və beynəlxalq səviyyədə belə izah olunur ki, bu mənim təhlükəsizliyim üçün vacibdir və bu ərazi sülhün və stabilliyin qarantı ola bilər. Amma bu günə qədər mən hansısa bir ərazinin, yəni İsrailin ələ keçirtdiyi, işğal elədiyi hansısa bir ərazinin sonraki mərhələdə sülhün və sabitliyin bir qarantına çevrildiyini şahidi olmamışam. Tam səmimi deyirəm. Əgər kim olubsa buyursun, desin, bundan bağlı bir fakt söyləsin. O ki, qaldı Livan məsələsinə. Təbii ki, yəni, Livan... Hizbullah neytrallaşdırıla bilərmi? Çox konkret sualdır. Mən hesab edirəm ki, Hizbullahın tamamilə çökdürülməsi, ləğv edilməsi yaxın illərdə mümkün deyil. Niyə? Çünki Hizbullah təkcə hərbi struktur deyil, təkcə hərbi qurum deyil, bir təşkilat deyil, qeyri-hökumət təşkilatı deyil. Bu ideoloji xəttir. Bu günləri biz Livana baxıb Hizbullahı bir təşkilat olaraq görə bilərik və yaxud da biz fərq etməz kimsə hansısa bir ölkədən. Amma Livan əhalisi üçün, Livanın müsəlman əhalisi üçün, xüsusən də bu müəyyən məzhəb və təriqətlərin aktiv fəal nümayəndələri üçün Hizbullah mübarizə simvoludur, mübarizə hərəkatıdır və ideoloji xəttir. O baxımdan indi hazırki vəziyyətdə biz bunu belə analiz edə bilərik. Hizbullah və Livan vahid bir formatdır. Yəni Hizbullahın məhv edilməsi Livan ərazilərinin, hətta Beyruta qədər olan ərazilərin İsrail tərəfindən işğal edilməsi deməkdir. Çünki Hizbullahdan başqa bu ideologiyanın, bu təşkilatın, bu ideologiyanın daşıyıcılarının, bu təşkilatın üzvlərinin iştirakından başqa Livanın ərazisinin İsrail hücumlarından qorunması prosesində heç kim iştirak edə bilməz. Çünki edə bilmir. Çünki Livanın özünün ordusu, sistemli müdafiə strukturu yoxdur. Niyə yoxdur? Artıq o başqa müzakirə mövzusudur, amma faktiki olaraq bugünkü vəziyyət deyim niyə yoxdur? Çünki İsrail imkan verməyib ki, Livanın özünün müstəqil ordusu olsun. Çünki Livan amma indi nə ordusu varsa cəlb eləyib prosesə, etirazçıları dayandırmaq üçün və İsraillə razılaşdırılmış formada. Çünki digər ərəb ölkələrindən fərqli, digəri yox. Demək olar ki, Livan qərbdən asılı bir ölkə olub, kifayət qədər. Orada çox təəssüf ki, Livan hökuməti məzhəbsəl quruluşdan ibarətdir. Yetkili, konstitusiyalı bir sistem yoxdur. Prezident xristiandır, hökumət başçısı şiə olur. Demək olar ki, parlamentdə oradakı partiyaların biz fraksiyalarına baxdıqda tamamilə bir-birinə zid və düşməncəsinədir. Ona görə də Livan hələ ki müstəqil şəkildə kifayət qədər güclü bir ordu qura bilmir. Yəni görünür, daxili siyasi vəziyyəti buna da imkan vermir. Amma bəli, oradakı müsəlmanlar və təbii ki, məzhəbsəl şiə təriqətdir. Bunu obyektiv şəkildə də demək lazımdır. Onlar təşkilatlanıblar, Hizbullah təşkilatını yaradıblar. Təbii ki, burada İranın da çox güclü dəstəyi olub. Məhz İsrailin Livana qarşı
işğal hücumunun, ilhaq hücumunun, soyqırım və hərbi cinayətkar hücumunun qarşısına alınması da Hizbullah bir dirənişdir. Onu terror təşkilatı kimi bəzi dövlətlər qəbul edir, amma Hizbullah bir xalqın yaratdığı təşkilatdır, bir işğalçı ölkəyə qarşı dirəniş bir təşkilatdır. Əgər Livanın müstəqil güclü ordusu olsaydı, təbii ki, Hizbullaha ehtiyac olmazdı, mən belə düşünürəm. Hələ də Livan bu illər ərzində müstəqil güclü ordu yarada bilməyibsə, burada təbii ki, Hizbullahın da günahı yoxdur. Mən düşünürəm ki, bəli, Ramin bəylə mən tamamilə razıyam. Qərb ölkələri və Amerika və İsrail Həması məğlub edə bildilərmi? Xeyr, Həmas yerində, Qəzzada vurdular, dağıtdılar, darmadağın edilər. Həmas yerindədir. Liderləri də öldürüldü, amma Həmas silahı da əlindədir. Hizbullah Həmasdan qat-qat güclüdür. Həm Livan parlamentində, hökumətində yer alır. Əlində kifayət qədər ballistik raketlər, dronlar, kifayət qədər güclü döyüşən silahlı qüvvələri var və bunlar İsraili həqiqətən də baş ağrısı yaradır. İsrailin nə işi var Livan ərazisində, nə işi var Litani çayının şimalında və yaxud cənubunda? Bilirsiniz İsrail nə istəyir, niyə gəlib Hizbullahı bəhanə edib, gəlir Livan cənubuna? Çünki həmin ərazilər dağlıqdır, su, çaylar var, insan yaşayış üçün münbit torpaqlardır. İsrailin də məqsədi Livanın cənubunu işğal etməkdir. Orada yeni Yahudi məskənləri salmaqdır. Suriya niyə Qolan təpələrini bunlar işğal altına salıb? Çünki orada münbit torpaqlar var, su resursları var. Ona görə də həmçinin Livanın cənubunda da eyni vəziyyətdir. Ona görə də İsrailin faktika, terror təşkilatı belə getdi, bağ belə getdi, Bostan belə getdi, belə bir şey yoxdur. Hamısı coğrafi təbii relieflər, su uğrunda mübarizənin tərkib hissəsidir. İsrail də məhz dediyim kimi həm Suriyada, həmçinin Livanda da bu qanlı cinayətləri su uğrunda su müharibəsi. Bilirsiniz, bunun adı su müharibəsidir. Münbit torpaqları ələ keçirmə mübarizəsidir. İsrail də qeyd edir ki, mən Livanın cənubundan da çıxmayacağam. Proses bundan ibarətdir. Yəni, məqsəd Hizbullahı bitirmək. Hizbullahı təbii ki, bitirməkdir. Hizbullah dirəniş eləyəcək. Hizbullah bunlar bitirmək istəyir. Amma düşünürəm ki, bir Hizbullahı öldürəndə yeni balaca Hizbullahlar böyüyür. Telman müəllimin fikrini alaq, əlavəsi var. Buyurun, Telman müəllim. Təbii bu fikirlərin hamısına qatılmaqla bərabər bunu qeyd etmək lazımdır ki, Hizbullah mələkləşdiriləcək bir təşkilat da deyil və yer İranın yaxın şərqdəki siyasətini icra edən bir Suriyanın daxili siyasətində qarşılaşdığı kataklizm zamanı Hizbullahın hansı rol oynadığını gördük. Yəni Hizbullah hətta belə deyək də çox kəskin, yəni bugün baxdığımız zaman İsrailin bölgədə yayılması, bir düşman obrazına ehtiyac olması, bəzi qadınların əslində bir şəkli ilə elə İsrailin yayılmacı niyyətlərinə xidmət elədiyini də diqqətə alarsaq, bunu da düşünmək lazımdır ki, İslam dünyasının birliyinin, bərabərliyinin önündəki problemlərdən birisi də elə məhz bu məzhəbi radikalizmdir ki, bunların da strukturlaşmasında, yaxın şərqdə güc və qüvvət qazanmasında sadəcə Livanda deyil, başqa ölkələrdə də burada İranın Hizbullah kimi təşkilatlar üzərindən aparmış olduğu siyasətdə əsas rol oynayır. Yəni hər iki cinah, həm İsrail, həm İran bu dini antagonizm, əslində cəhalət və tarixi reallıqların, dini reallıqların, bütün dinlər insanları barışa, birliyə, sülhə səsləyir. Amma burada bir öldürmək, işğal etmək, xüsusilə İsrail cəbhəsindən baxsaq, İsrail işğal edə onu özü üçün arqumentləşdirməyə çalışır və bunu müəyyən bir Tövratla arqumentləşdirir. Telman müəllim, Tövratla arqumentləşdirirlər bunlar. Bəli, bəli. Dolayısıyla hər iki cinahda, yəni Hizbullah'a da mən qeyd etmək istərdim ki, çox da
müstəsna sadəcə İslami bir dirəniş ortaya qoyan Biz İsrailə Livanda qarşı gedən müqavimət proseslə, mən onu dini kimi demədim. eləməmək lazım. Livanın müdafiəsi təhlükəsizlik naminə onu qeyd etdim. Yəni bunu mən Livanla sadəcə olaraq lokallaşdırdım. Suriya məsələsi tamamilə Suriya məsələsi mən sizinlə razıyam. Hizbullahın orada fəaliyyətinə ehtiyacı yox idi, getməməlidir. Hizbullah sırf Livanda İsrailin işğalı üçün yaradılmış bir dirəniş hərəkatı idi. Aydındır. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Suallarımıza ətraflı şərh etdiniz. Biz bugün yaxın şərqdə baş verən hadisələrə toxunduq. Eləcə də Rusiya-Ukrayna cəbhəsində baş verən və cərəyan edən ən son hadisələrə də toxunmağa çalışdıq. İstənilən halda prosesləri izləməyə davam edirik. Siz də bütün proseslərdən xəbərdar olmaq istəyirsinizsə, bizi izləməyə davam edin. Görüşənədək salamat qalın.